Salam aleyküm əziz və hörmətli dostlar, xoş gördük. Umarım keyfiniz sazdır, yaxşısınız, hər vaxtınız və hər gününüz xeyirli olsun. Mən biraz dostlardan çağırım. Bir neçə gündür dostları çağırmır, bəlkə fikir edirlər, bəlkə yoxuq. Dostlar, bu səfənin aşağısında bir ox var. O oxu vuranda eləyə bilirik ki, yoldaşlarımızı çağıraq və dəvət eləyək gəlsinlər bu otağa. Hər kəs sevərsə gələr əlbəttə. Amma xəbərlər olmaq şərtidir. Biz o şərt əsasına xahiş edirəm, dostlarınızı çağırın. Mən əlan dostlarımı çağırıram. Bir tədadın. Əlbəttə, mənim dostlarımın içində ərəb də çoxdur. Onlar baş tapmayacaqlar türkünü. Onun üçün onları görmədim, tutaq feylən bu proqram üçün. Tamam. Mən buradan dostlarım birazını dəvət elədim. Sizlərdən də xahiş edirəm, dostlarınızı dəvət eləyin. Bu günləri yenə də o partilərlə, Azərbaycan və İranda yaşayan millətlərin partiləri ilə müsahibə aparacağıq. Bu günləri Azərbaycan Demokrat Partisi bizim sorularımızı cavablayır və ikinci bölümdür. Mən buradan da bunu da göndərim bura. Görək ki, eləyə bilsək, burada pin elədik. Aydöktür Yahyayı təşrif gətirsə, görüm gəlib ya yox. Cənab-ı Məhəmməd Hüseyn Yahyayı Azərbaycan Demokrat Firqəsi tərəfindən, mən bunu iştibah yazmışam, bunu buradan silim. Dostlar, bunu silməliyəm. Bunu iştibah yazmışam. Azərbaycan Demokrat Firqəsi sorularımızı cavablayır. İkinci bölüm oldu. O birisi parti ilə iştibah düşər. Bir anda ayrı partimiz vardı. Adlar bir-birinə bənzir. Amma bu partinin rəsmi adı Pişəvəri dövründən firqədir. Firqə ilə hizbə deyirlər, türkcə deyirlər, ərəbcə sözdür. Amma hər halda bu şeydir, yəni bir rəsmi addır, o zamandan qalıbdır bu hizbin üstündə. Gözəl, biz də o adı qəbul edirik və ayrı adlarla da iştibah düşmək ehtimalı vardı. Mən də iştibah yazmışdım. Ona görə onu islah elədim. Ərz edeyim xidmətinizə ki, qonağımız təşrif gətirincə mən bir xülasə deyim. Umaram ki, dünənləri çox vəziyyət yaxşı deyildi. Mənim başımın yarısı görsənmir, döktürün də burada nəşası görsənmir. Yəni, bəzən ağzı da görsənmir. Bunu gərək bu günləri həll eləyək, beləsi olmasın. Ondan da sonra görək ki, nələr. Əziz və hörmətli dostlar, bilirəm, Aydöktür qonağımız təşrif gətirəndən sonra yenə də biz bu mövzunu danışacağıq. Elə bildik ki, fikir edirəm və ki, unudublar. Əlbəttə, unutmazlar. Çox dəqiq bir insandır, bilirəm. Amma bir görün, bəlkə birdən yaddan çıxar deyə mən bir səs buradan qoyum ki,
Biraz bundan önce danışmışıq, amma yenə də mən bir döktürə bir səs də vurum. Gəlsinlər. Ay Döktür, sizi gözləyirik da biz. Əgər təşrif gətirsəz canlı yayına, Instagrama. Ha, görüm tapın. Tamam. Baxım görüm. Instagramdasınız? Tamam. Mən Aydöktür zahirən gəlmişmiş. Mən görməmişəm, amma baxım görüm burada görə bilirəm. Yazılarını görmürəm. Mən burada axtarım bir. Görüm ki, axtarışda nələr var. Bu mənim dəvətimi alsınlar. Otaqda görmürəm mən Aydöktür. Siz əgər varsınız bir səlam yazın. Mən cənabınızı görmürəm. Bir dəfə də gedim görüm burada yaza bilərəmmi? İcazə vermir. Buradan yazam, amma Aydöktürü mən görmürəm. Dostlar, Aydöktürü görəniz vardı. Məhəmməd Hüseyn Yahyani görəniz varmı? Ehtimal edirəm ki, yanlış yerdədirlər. Mən də dəvət edirəm, görmürlər. Deyir ki, unable to join. Burada da request yoxdur. Mən yenə Aydöktürə bir zəng eləyim. Gəldi, bəli. Aydöktür gəldi. Tamam, gördüm. Cavab Yahya'yı bir dənə səlamdan bir kəlmə orada bir şey yazsaz ki, mənə icazə versin, sizi çağırım. Bir dənə bir ədəd də belə yazsaz ki, icazə versə sizi çağırım. Mən okeydir mənim üçün. Buradan görüm sizi çağıra bilirəm. Tataşdan buradan da əlbəttə invite elədim. İndi səs vuracaq. Ya görəcəksiniz. Gəldi. Təşrif gətirmişsiniz, bəli. Çox sağ olun. Salam Aydöktür. Bəli, salam. Mən cənabınızı görmürəm. Aha. Videoz bağlıdır ehtimalən. Kamilən qaranlıqdır. Şuna dokunacaksın şuna. Buna mı dokunacağım? Buna Şimdi da. ona dokundun ya. Oldu. Şimdi geldi değil mi? Tamam, burada oldu. değil mi orada? Aydöktür, fəqət kameranı, mən indi öz kameramı da değişdirəm. Dünənləri sizin tənəzdən aşağı görsənmir. Yəni buradan aşağı bəzən ağzınız da görsənmir. Kameranın başın əyin özünüzə tərəf çox İndi? əyin. Yox, dalılıq Şimdi çok gayet. gedin, dalılıq gedin, beləsə oturun. Qəşəng dayanın. Dayanın. Aha. Əgər biraz da əysəz özünüzə tərəf ki, daha çox görsənəsiz yaxşı olar. Mən də bunu icazəsinə ilə olacaqsa əyəcəyəm. Tamam, mən indi arxaya apardım, mən gördüm. Dünənləri çox başım mənim görsənmirmiş, Aydöktür. Bəli. Xoş gördük. Yaxşısınız, Çox sağ olun. yorulmayasınız. Sağ olun. Təşəkkür edirəm. Ərz edeyim xidmətinizə icazənizlə mən bir qısa müqəddimə ilə gəlim. Bəli. Bir dənə də təpik çalmalıyam ki, bizim dostlarımız eləyə bilərlər ki, onu düzəldilər səsi. O bizim bir dostumuz var, Kürşad bəy
Ağdərəli Güney Azərbaycan Səsi kanalının müdürüdür. Dostlardan xahiş edirəm ki, gedin, subscribe eləyin və himayət edin. Biz, mən İnsafəli Hidayət, Güney Azərbaycan, üzr istəyirəm, mən İnsafəli Hidayət Düşüncə Bağı programının aparıcısıyam. Bu programda birinci projemiz budur ki, Güney Azərbaycanda və İranda yaşayan türklərin siyasi partiləri ilə tanış olaq, onların fəlsəfələri ilə, düşüncələri ilə, ideolojiləri ilə, yolları ilə, anlayışları ilə hər halda tanış olaq. Onun üçün Güney Azərbaycan partilərinin və Qəşqayların partilərindən bir-ikisini dəvət elədik. Onlardan ki, gəliblər buracan Güney Azərbaycan İstiqlal Partisindən Salih bəy Yıldırım gəlibdi. 500 sualımızın hamısını cavab veribdi. Səsli və bunların 11 cələsində səs verib, cavab veribdi. Birində ən ərdəmli qalanında ən yuxarı unvanı alıbdı, milli ərdəmli olubdu. Əjdər bəy Təğizadə cənabları Güney Azərbaycan Demokrat Türk Birliyi Təşkilatından mütəəssifanə gəlmədilər. Umaram gəlsinlər. 60 mənfi alıblar 6 gündə. Yunus bəy Şamili Azərbaycan Demokrat Partisi tərəfindən 6 cələsə gəlibdi. Ondan bu yüzə cavab yazmayıbdı, danışmayıbdı, göndərməyibdi. Umaram ki, intixabatda seçkilər də qutardı. Eləyə bilsin ki, gəlsin. 5 günün milli ərdəmli, birində ən ərdəmli almışlar. Salih bəy Kamirani Azərbaycan Mərkəz Partisi lideri olaraq 5 gün təşrif gətirdi, milli ərdəmli aldı. Ondan bu yüzə gözləyirəm ki, cavab versin qalan sorulara. Eldar bəy Qaradağlı cənabları Güney Azərbaycan Milli Qurtuluş Partisi tərəfindən lideri olaraq 6 gün təşrif gətirdi, cavab verdi və başlayıb da cavabları göndərir. Biz də yavaş-yavaş yaymağa çalışırıq. Məcid bəy Cəvadi Azərbaycan Milli Direniş Təşkilatı Başkanı mənim bəd səliqəliyimdən gərək o yazılar ki var idi, onları göndərmişəm, naqis göndərmişəm, onun üstündən hələlik gələ bilmədilər. Sadıq bəy İsabəyli cənabları Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi tərəfindən 5 gün gəldi və hər 5-də milli ərdəmli aldı. Söz veriblər ki, yavaş-yavaş onları göndərsinlər. Umaram ki, tez bu işə başlasınlar. Başım bəy Bilgin cənabları Güney Azərbaycan Liberal Demokrat Partisi partiyası başkanı olaraq təşrif gətirdilər. 2 gün zorla keçindik və sonra daha müsahibəyə davam vermədik. Hər iki tərəfli işgallarımız var idi, müşküllərimiz var idi mütəəssifanə. Mahmud bəy Bilgin cənabları Güney Azərbaycan Demokrat Partisindən 3 aydan çoxudur, yəni 3 aya yaxın deyək ki, bilirdi ki, vardı, amma hər halda sonunda gəlmədi. 60 mənfi verdik 6 gününə. Əmir Mərdani cənabları gələn həftə gələcəkdir Azovdan, Azərbaycan Öyrənci Hərəkatından və dünəndən biz cənab Məhəmməd Hüseyin Yahyayı Azərbaycan Demokrat Firqəsi mənsubu olaraq Aydoşur, siz sözcü olursunuz, nə olursunuz təşkilatda? Siz nə hesablayırsınız? Mən hətta öz dünyamda, öz adıma görə bəlkə də Firqə Demokratı Azərbaycanın bir tərəfdarı olaraq, Firqə Demokratı Azərbaycana inanmış birisi olaraq onun hakkında danışma yetkim var. Benim danışma yetkim olmasaydı zaten bu programda müşareket elemezdim. Tamam. Yəni istirdim o yeriz, rəsmi yeriz bəlli olsun, insanlar bilsinlər ki, bunu deyən məsələn partidə bir unvanı var. Onun için. Diyebilirsiniz ki, tərəfdarıdır Firqə Demokratı Azərbaycana inanmış bir insandır. Aydın onu deyə bilmərik. Çünki burada partilərin tərəfindən danışırıq. Partilərin rəsmi bir üzvü, ya rəsmi bir sözcüsü, lideri, müşaviri, hər halda bir adla o parti tərəfindən burada olması. Siz parti tərəfindən... Çok güzel bir kelime işlettiniz indi ahırda. Müşavir de diyebilirsiniz. Tamam, tamam. En güzel de müşavir. Tamam. Cənab Məhəmməd Hüseyin Yahyayı Firqə Partisinin Azərbaycan Demokrat Firqəsinin müşaviri olaraq burada huzurları vardı, yetkiləri də vardı ki, parti tərəfindən danışsınlar. Təbii ki, bilirsiniz dostlar, biz burada
500 soru soruşduq və bu soru şəxsi suallar deyil. Yəni insan qonaqlarımız öz şəxsi suallar, düşüncələri vermirlər. Bəlkə partinin siyasəti ya siyasətinin yolunda cavab verirlər. Onu bir neçə dostumuz 2 gündür zəng elirlər, bunu soruşurlar. Mən onu xidmətinizə yetirim. Cavab Yahya, əgər sizin bir salam əleykiniz var, buyurun, sonra başlayaq. Çok teşekkür ederim Cenab-ı Hidayet. Çok güzel bir program qabağa aparırsınız. Sorularınız da çok böyle hani tam o gazetecinin yani xəbərnigarın belə incelikle seçtiği sorulardı. Ve ben de çok sevinirəm ki sizinle belə suallara cevap arz edeyim. Sizinle tartışırıq, sizinle danışırıq, sizinle müzakere edirik. Müzakere biçiminde gedir ve ümidvaram ki güzel geçsin, ümidvaram ki verimli olsun. Sağ olun. Sağ olun, teşekkür ederim. Cənab Yahya, dünənləri biz gəldik etdik dövlətlər, dost, düşmən və rəqiblərə. O bəhsdə qaldıq. Əlbəttə dostlar, bunu ərz edeyim, Cənab Yahyayı sabahları axşam, yəni bu zaman gələ bilməyəcək. Biz 3 saat tez gələcəyik. Yəni ələn Təbrizdə saat 9-dur. Biz saat 7-də 6-da gələcəyik hətta. Təbriz vaxtında saat 6-dan sabahları programımız olacaqdır. Sonra Cənab Yahyayının işi var. Ora getməlidirlər. Sorularımıza başlayaq. Dövlətlər ilə sizin təşkilatın ilgisi hangi usul üzrə qurgulanır? Ne yazık ki Cenab-ı Hidayet, bizim devletlerle ne arz edeyim? Bizim meselemiz her şeyden qabaq İran'da hakimiyetlendir. İran'da olan hakimiyet hem şahlık rejiminin hem de İran İslam Cumhuriyeti rejiminin meselemiz onlandır. Bizim ayrı devletlerle herhangi bir irtibatımız yoktu ve olmayacak da. Bizim milletimizle ve hakimiyetimizle meselemiz var. Arzumuz budur ki bu hakimiyet elə bir zemin hazırlasın ki o zeminde biz siyasi faaliyetlerimizi qabağa aparaq, eləyə bilək milletimizle iç-içə girək. Cənab Yahya, siz Azərbaycan Cumhuriyyətində rəsmi olaraq dəftəriz vardı, orada saxlamanız vardı, ruznaməz buyurdunuz çıxır. Təşkilat hər halda, indi bilmirəm, firqə təzədən dünən buyurdunuz 7-ci plenomda birləşibdi TUDE ilə. Əcəba ayrılıb, amma bilirik orada saxlamanı var, ofisi var, işi vardı. Azərbaycan dövlətində yaşayırsınız. Yəni bir ilgiz yoxdur heç Azərbaycan dövləti ilə? Yox, Cenab-ı Hidayet. Ne tenha Azerbaycan devletiyle heç bir siyasi bir ülkenin siyasi partiyası ayrı bir ülkede faaliyet gösteremez o siyasi partiye adında. Ondan dolayı biz Azerbaycan Cumhuriyeti'nde de o dediğiniz o lokal dediğiniz o yer bir encümen çerçevesi altında işleyir. Hatta Mahacirlər Cəmiyyəti adı altında işləyir. Fərqi Demokratı Azərbaycan adı altında işləyənməz, fəaliyyət göstərənməz. Həm şurəvi zamanındaydı, həm də indi və ya fərq eləməz. Dünyanın ən parlaq demokrasisi olan Sueddə belə bir partiyanın burada təşəkkülünü qurmaq mümkün değil. Burada olan belə təşəkküllər, hani diyelim mesela bir hizbin, bir partiyanın mensubu olsan bile, o partiye işlesen bile, o partiyanın öz adıyla değil de ona bir encümen adında, ona bir ayrı bir kuruluş adıyla qabağa aparırsan. Onlar ki gəlirlər Avrupa'da, indi sizin programınızda indi işarə elədiniz, onlar əslində qeyri-qanunidir. Heç bir ülkədə, heç bir dışarı ülkədə, ülkenin öz daxilindən xaricdə bir siyasi parti fəaliyyət göstərənməz. Çünki siyasi partinin əsas müəllifəsi o memleketin içindedir. O memleketin içinde yaşayan insanlardır. Zaten bir siyasi parti ayrı ülke için kurulmaz. Bir siyasi parti bir coğrafya içerisinde kururlar ve o da bizim de hedefimiz lokal parti olduğumuz için Güney Azerbaycan'da. Bizim faaliyetimiz fakat Güney Azerbaycan'da olabilir. Fərqi Demokrati Azerbaycan adıyla. Biz hiçbir ayrı bir ülkede
bu adı altında bir teşkilat, hatta hani bir yerde tutanlar yok, bir yerde de faaliyet gösterenler yok. Bu bütün dünya memleketleri, bütün ülkelerin iç kanunlarına aykırıdır. Yani hiçbir ülke icazə vermez. Hatta Kanada'da bile icazə vermez ki, Kanada'da bir ayrı memleketin partiyası gelsin orada faaliyet göstersin. Mənasızdır zaten. Bir partiya kurulduğunda hedefi o yaşayan insanların yaşadığı ülkedir ve o ülkede de hedefleri vardır. Amma Zaten halbuki ister bu onun Cavab Yahyay, bu onun qabağında durmaz ki, məsələn, bəzi partilər mən tanıram, Kanadada səbt olublar. Burada gediblər özlərini səbt eləyiblər. Bir Kanada bir dənə şirkət kimi, yəni bir dənə şirkət kimi olur. İlbaşı da mümkündür maliyyatın yaza, filanın yaza, amma bu Kanadanın içində fəaliyyət eləmir. Kanadanın içində türklərin arasında fəaliyyəti var, amma vətən üçün çalışır. Yəni bu siz dediyinizdən bir çok güzel müğayir. bir şey ifadəlediniz. Dediniz ki bir encümen çerçevesinde olur. Bir partiya çerçevesinde olmaz. Yani bir encümen adı altında herkes de bilir ki bu encümenin üyeleri, bu encümende faaliyet gösteren insanlar mesela filan partiyanın adamlarıdır, filan partiyanın sempatizanlarıdır ama bir encümen çerçevesinde işlerler. Bir partiya çerçevesinde olmaz. Yani kalkıp ne bileyim mesela Türkiye, diyakala Türkiye AKP veya Türkiye'nin Cumhuriyet Halk Partisi ve İran'ın hatta muhtelefet partisi kalkıp da Kanada'da bir teşkilat kuramaz. Çünkü hiçbir ülkenin ayrı bir ülkenin iç işlerine müdahale olar. Yani sizin partiyanın, kurulan partiyanın hedefi o yaşayan ülke değil. Onun için encümen çerçevesinde bunlar çalışırlar. Biz de böyle Dəbirxanamız var. Bəli, Dəbirxani Fərqi Demokrat Azərbaycan adında değil. Yani şey cemiyeti altındadır. Mahacirler cemiyeti adı altında faaliyet edirlər. Ha demek değil ki o ülke bilmir ki o cemiyeti teşkil verenler, o cemiyette faaliyet gösterenler fərqiydiler, fərqə tərəfdarlarıdırlar. Ama o ülkenin kanunlarına aykırı olmamak için siz mecbursunuz ayrı ad ve ünvan altında neynəsiz faaliyet gösterirsiniz. Ve Kanada'da da belədir. Ayrı memlekette aşağı yukarı bütün dünyada da Tamam. belədir. Yani bir Tamam. siyasi parti kalkıp ayrı ülkede öz adıyla faaliyet göstermesi mümkün değil. Siz bir parti olarak 78 yıllık bir parti olarak dünya üzerinde olan devletlere necə baxırsınız? Biz qədimdən də biz əvvələn demokratik bir təşkilatıq. Biz demokratik təşkilat olduğumuz için şüphesiz ki arzumuz budur. İnsan haklarına saygılı bütün devletlere saygımız ve ihtiramımız vardır. Şüphesiz ne bileyim bütün devletlere. Bu biz bilirsiniz ki ne necada bağlıyıq, ne dile bağlıyıq, ne bilmirəm bunların hiçbirine bağlı deyilik. Bizim hedefimiz budur ki demokratik bir ortamda biz faaliyet gösterək. Demokrasiye saygılı memleketlerin hamısına bizim ihtiramımız var. Ve olmalıdır da. Ve arzumuz budur ki o demokratik düzen bizim öz ülkemizde, öz yerimizde de neylesin? Tecellilesin. Bizim öz Tamam. yerimizde de berpa Tamam. olsun ve o çerçevede çalışalım. Ama bu demek değil ki, bellidir ki ayrı o memleketlerin, bazı memleketlerin bize karşı yaxşı tutumu yoktur. Məsələn belə çox açıqca sizə deyim, 1324'te kurulan Fərqi Demokrat Azərbaycan çerçevesinde milli hükümet Türkiye Cumhuriyeti tarafından benimsenmedi. Türkiye Cumhuriyeti tarafından istenmedi. Türkiye Cumhuriyeti bizim milli hükümetimize, yani milli demokratik bir hükümet kurulan o milli hükümete yaxşı yanaşmadı. Hatta bir yerde belki de biraz da husumetle yanaştı. Siz diyebilirsiniz ki bunun nişanesi nedir? Nişanesi budur ki bizim Fərqə tapdandıktan sonra, Fərqə yıkıldıktan sonra bir grup yoldaşlarımızdan mecbur oldular, pənah getirsinler Türkiye'yi. Türkiye kabul edemedi. Halbuki o Fərqə
təşkilat qurulanda Sərhəng Zəngənə ki, fərmanda Ləşkər Urmiye idi, onun xanevadəsi Türkiyəyə qaçdılar və Türkiyə qəbul elədi onu. Zəngənə kimidir? Zəngənə müxalifi Fərqi Demokrat Azərbaycan'dır, müxalifi Hökumət-i Millidir. İndi ki oranı Amma işarə buyurdunuz, indi oranı da buyurun. Onlar ki qaçdılar Türkiyə qəbul eləmədi. Onlar neynədilər? Hara getdilər? Nə oldu? onların bir qismi məcbur oldu getsinlər Kürdistana ərağa. Onların yap məşhuri belə zadıdır da mesela bizim Səfər Qəhrəmanyanıdır. Onlar Səfər Qəhrəmanyan bir süre orada qaldıqdan sonra İran'a verildi və İran'da da mütəəssifən dəstgir oldu və illərcə də zindanda qaldı. Bilirsiniz ki, İran zindanlarının qəhrəmanı sayılır Səfər Qəhrəmanyan və nəhayət inqilabla zindandan xəlas oldu. Yok, birçok şey de oradan. Bu demek değil ki ayrı ülkelerde bile olmadı. Mesela bir uzun bir tedat, çok tedat sayıda, çok tedat. Evvelen Fərqi Demokrat Azərbaycan yıkılandan sonra düşmanlık devam elədi. Evvelen darmadağın eləmək için Azərbaycanı seçtiler. Məxsusən onlar ki mahacir idiler. Yani mahacir dediğimde fikirləmin ayrı yerden İran'a gelmiştiler veya Güney Azerbaycan'a gelmiştiler. Yok, bunların hani Qafqazlarda işleyenler, məxsusən Bakıda zətdə işleyenler ki güneyden kuzeye gitmiştiler. Bunlar mecbur oldular 1937 kanunu ile tekrar İran'a dönsünler, tekrar güneye dönsünler. Bunların adını koymuşlar mahacirler. Ve Fərqi Demokrat Azərbaycan Cenab-ı Hidayət yıkılandan sonra, yani tapdanandan sonra bunları elə bir mimləmişdilər. Bunların ham çoxunu axtardılar, tapdılar və bunları Lorestana təbidilədilər. Tənha Lorestan deyil, İranın ayrı yerlərini təbidilədilər bu insanları. Və bunların sonra sərnişti nə oldu? Xoş əlbəttə yazıldı. Məsələn, Gəngəli Səbahi bir kitap yazdı. Öten Günlerim diye. Türkçe yazdı. Bu kitap 1362'de İran'da çap oldu. Tehran'da da çap oldu. Öten Günlerim diye. Orada bunlar öz sərniştini yazır ki, o da muhacirler grubundandı. Muallimidir, ne olmuştu? Pedagoji kurtarmıştı zaten Bakı'da. Onu təbid edirlər Loristan'a. Bədrabad Loristan'a. Bədrabadın özünün bir ayrı bir tarihçesi var. Ama onları Fırsat olsa sonra danışarıq onları vaxt gəlsə onları danışarıq, sorularımıza icazə verirsiniz. Dövlətlərlə ola biləcək, yəni bir parti olaraq. Əlbəttə sizin tərifinizdə bu gəlir ki, siz heç bir dövlətlə parti əlaqəyə girməyəcəksiniz, o cür gəlir. Amma mən sorunu belə soruşum. Dövlətlərlə ola biləcək ilginizi indidən necə tərif edirsiniz? Ama ola biləcək. Cenab-ı Hidayət, bak sorularda biraz yer hukuku meseleye çok dikkat ediyor. Bir partiye, bir memlekette hükümet kurmazsa, o hükümet kurduktan sonra o orada memlekette yaşayan insanlar namine ayrı ülkelerle irtibat kurar. Öz başına irtibat kurmaz bir partiyanın ayrı ülkelerle ne ünvanda parti kurulabilir? Olabilir ki siz bir şeye işaret etmek istiyorsunuz. Fərz edək ki, internasyonal sosyalistler var. İnternasyonal sosyalistler məmulən dünyada sosyal demokrat partiyaların ildə, 2 ildə, 3 ildə bir dəfə dəvət elərlər. Bunları dəvət olunar. Məsələn, deyək ki, Hizb-i Sosyal Demokrat Alman, fərz edək ki, İranda bizi deyil, nə qədər biz dəvət olunmamışıq, nə yazıq. Amma Hizb-i Demokrat Kurdistanı cəlsələrinə dəvət edər. Belə şeyler olar, yəni partiyalar dostluq çərçivəsi altında partiyalar birbirlərini dəvət edə bilərlər, kongirlərini dəvət edərlər. Hani iştirak eləmək üçün qonaq olaraq. Yəni partilər bir opozisyon olaraq dövlətdə əgər hakimiyyətdə olmasalar, dövləti idarə eləməsələr, opozisyonda olaraq xarici dövlətlərlə siyasi alverə girmirlərmi? Xeyr, xarici dövlətlərlə deyil, xarici partiyalarla özlərinə yaxın partiyalarla ilişki qura bilər, dövlətlə ilişki quramazlar.
Ola bilər ki, dövlət məqamları onları dəvət elər. Hani görüşmək üçün gəlib o məmləkəti görmək üçün fərz et Cumhuriyet Halk Partisi'nin Türkiye'də hani dəbiri ki olmaz mı? Hani onlardan bir heyət nə bilim Almana dəvət oluna bilər, Suedə dəvət oluna bilər. Gəlin hani alışveriş içərisində hani müşavirə dediğiniz o müşavirə zadında bir çərçivə alışverişdə olaq. Yəni görək siz nə düşünürsünüz, biz nə düşünürük. Amma bu dövlət çərçivəsində olmaz. Çünki biz siyasi parti qalxıb da hani qərarlıq bağlayanmaz, bir şey eləyənməz. Zaten əgər qərarlıq bağlısa zaten müğayirdir qanuna. Həm o məmləkətin öz iç qanunlarına, həm dəvət olunmuş ülkələrin qanunlarına Ama aykırıdır. her halde bir ilgi olur da. Yani mesela lazım değil hatmen mukavele bağlasın. Mesela gelir siyasetlerin danışır onların, siyasetlerin bilir, Bəli, memleketin siyasetleri yolunda yumuşaldır. Mən alternatif çalışacağım, məndən nə himayət edersiniz mesela. Bunlar ola bilər yani. Ola bilər, müşavirə biçimində ola bilər. Amma rəsmi olaraq, çünki ərz elədim ki, Sazman-ı Milləl Müttəhidin bir əsasnaməsi var. Sazman-ı Milləl Müttəhidin əsasnaməsində məmləkətlərin bütünlüğü mətrəhdir. Yəni fərz edək ki, biz Fərqi Demokrat Azərbaycan olaraq biz deyirik ki, biz xodmuxtarı istəyirik. Xodmuxtarı istəyirik qanun əsası çərçivəsində. Amma əgər bunu İran istəsə bizi tələb xətab eləsin, biz Sazman-ı Milləl Müttəhid tərəfindən xoş qarşılanmırıq. Çünki Sazman-ı Milləl Müttəhidin əsas, gerçi orada da biraz mütənaqız şeylər var. Sazman-ı Milləl Müttəhidin əsasnaməsi çərçivəsində dövlətlər bölünməz, bir bütündürlər. Və o bütünlüğə sayğı göstərilir. O bütünlük qorunmalıdır hətta deyirlər. 51-ci, 52-ci maddə var. 51-52-ci maddədə belə yazır ki, əgər bir dövlətin mesela əmniyyəti xətərə düşsə, o dövlətin haqqı vardır ki, ayrı dövlətlərdən köməklik istəyər. Köməklik istəyər ki, gəl, qoyma mən bölünüm, qoyma mən parçalanım. O haqqı var. Bir çox, məsələn, Suriyə o çərçivədə İrandan köməklik istədi. Ki, İran gəl, qoyma mənim məmləkətim bölünsün. O çərçivədə Rusiya, Suriyə köməklik elədi. Hətta o çərçivədə Şurəvi Əfqanistana dixalət elədi. Ki, qoymasın Əfqanistan bölünsün, dövlətin əmniyyəti ortadan qalxsın. Çünki Mənşur Sazman Milləl Müttəhiddə bunu belə görür. Tamam. Ona görə Cavab Yahya, indi sizə o sualı təkrar eləsəm, sərih cavabınız nədir? Dövlətlərlə ola biləcək ilginizi necə tərif edirsiniz? Cənab Hidayət, mən yenə təkrar, bizim dövlətlərlə ilişkimiz yoxdur. Tamam. Amma Tamam. o ayrı ülkələrin hizbləri ilə, bizə yaxın hizbləri ilə irtibat qururuq, dediğiniz kimi alışveriş çərçivəsində, fikir alışverişi çərçivəsində bir irtibat qurula bilər. Tamam. Bizim dövlətdən herhangi bir irtibatımız yoxdur. Bir də Cam Yahya'yı biraz dik durasız, başınızın üstü çox boşdur, gen aşağı görsənməz. O cürsə dik dursaz, o cürsə, bu cürsə olsa yaxşıdır. Özünüz o kamerada özünüzü görün, hər vaxt bundan aşağı getdiniz. Çox sağ olun. Ərz edeyim ki, əcəba sizin təşkilat bir dövlətə bağlıdırmı? Bizim təşkilatın bağlılığı fəqət millətədir. Bizim Tamam. təşkilatın bağlılığı Azərbaycanda yaşayan Azərbaycanlılar və ya İranın səpələnmiş ayrı yerlərində yaşayan Türklərdir. Tamam. Və təkcə Türklər də deyil, bunda yanlış anlaşılmasın. Bizim bir əsasnamə var. O əsasnaməni qəbul edən hər kəs bizim partiyamıza hətta üzv ola bilər. Fars ola bilər, Ərəb də ola bilər, Əcəm də ola bilər, hər kəs ola bilər. Yəni bizim belə bir çizgimiz yoxdur ki, bu olar, bu olmaz. Biz belə bir əndazə, bizim bir əsasnaməmiz var. Bu əsasnamə çərçivəsində özünü bizə yaxın görən hər kəs bizə üzv ola bilər. Amma üzv olmaq üçün mutlaka bizim vətənimizdə olmalıdır. Çünki bizim vətənimiz feilən hani coğrafiya İrandır. Coğrafiya İranda yaşayan hər kəs bizim partiyamıza üzv ola bilər. Tamam. Əgər bizim əsasnamamızı qəbul eləsə. O bölümdə yetişəcəyik, amma indi burada soruşum. Siz sözünü gətirdiniz, mən də soruşum.
İndi məsələn biri Kanadadadır, amma Azərbaycanlıdır, üzv ola bilməzmi? Vallahi əsasnamenin kabul edilenin sonra niye olmasın ki? Her tarafta olabilir. Ama bizim faaliyet alanımız Güney Azerbaycan'dır. Tamam. Faaliyet alanımız. Bizim Fərqi Demokrat Azerbaycan kurulanda bile Fədailer Dəstəsi biz oluşturdu bizim təşkilatımız. Niye Fədailer Dəstəsi oluşturdu? Ona göre ki Azerbaycan'da kurulan Xodmuxtar milli hükümeti korusun diye. Ona göre bak hatta dedim Fədailer Dəstəsi kuruldu. Bunun yanında Quşun Milli de oldu. Ama Fədailer Dəstəsinin tek hedefi bu idi ki eləyə bilsin Xodmuxtar hökuməti milli hükümete ayakta tutabilsin. Qoşun milli ilə fədailərin nə fərqi var idi? Farkı buydu ki bilirsiniz ki İran'da çok cazipti Cenab-ı Hidayet. İran'da sizin haberini qarsınız, bunlardan haberiniz var. Jandarmeri kurulanda jandarmeri herçen biraz erteşi zatları var. Mesela makamları var, erteşi dereceleri var. Ama Vəzarət-i Keşver'e bağlıydılar. Qoşun Vəzarət-i Difa, Vəzarət-i Cəngə bağlıydı. Eynən o hadisə bizde de vardı. Yani mesela Fədailer Dəstəsi jandarmerinin yerini tutmuştular ve jandarmerinin yerini tuttukları için de Vəzarət-i Keşver'e bağlıydılar. Doktor Səlahatullah Cavit de Vəzir Keşver idi. Ona bağlıydılar. Ama Quşun Vəzarət-i Difa'ya bağlıydı. Yani Difanın vəziri kim idi? Ağay Kabiyani. Yəni Ağay Kabiyani iki dana müsəlləh gücümüz var idi. Biri tamam mən bunu indi belədir. Gerçi sonra Şah onu mesela zaten jandarmerinin de bir nevi Vəzarət-i Gəngə bağladı. Çünkü özü fərmandəyə kulluğu var. İndi de mütəəssifan elədi. İndi de bak bir yerde sipahi pasları ama sipahi pasların derbağı o jandarmeridir. Sipahi pasların adı üstündedir. Sipahi Pastaran İnqilab İslami İran. Əlbəttə Can Yahyayev Sipahi ordudur. Yəni rəsmən o qoşundur. Amma siz buyurduğunuz jandarmeri polislə qatışdı. Adına dedilər Nuri İntizami. Nuri İntizami dedikləri jandarmerinin işini görür. İndi belə oldu. Ona Vəzarət-i Keşver'e bağlıdır. Sözde Vəzarət-i Keşver'e bağlıdır. Ama bexatır ki fərmandəyə kulluğu ve Ay Xameneydi, bunların hamısını fərmandəylik edir. Doğrudur. Bir de təşkilatların Cenab-ı Hidayet onda biraz ıslah edeyim eğer yanlış olmuşsa. Sepah bilirsiniz ki ordunun vəzifəsi memleketin mərzlərini, memleketin sınırlarını korumaqdır. Bəli. Yani eğer ayrı bir memleketten senin memleketine tahaccüm olsa, hücum olsa ordunun vəzifəsi budur ki o tahaccümü, o hücumu neyləsin? Dəf eləsin. Yani müdafiə eləsin coğrafiyada. Ama əsasnameyi Sipahi Pastarın İnqilab-ı İslam İran yazır deyir ki bu sipahın vəzifəsi inqilabdan himayət eləməkdir. İnqilab xətərə düşsə hər eynən içəridə ya eşikdə, bəli, içəridə ya eşikdə. Bəli. Təşkilatların hangi bir xarici, hangi təşkilat fərq eləməz. Təşkilatların hangi bir xarici dövlətə bağlı olmasına necə baxırsınız? Hiçbir doğru değil yani hiçbir teşkilat, siyasi bir teşkilat harici bir devlete bağlı olmaz, olmamalıdır da. Zaten hiçbir ülkenin de kanunu ona icazə vermir. Yani hiçbir ülkenin kanunu icazə vermir ki İran mesela İran Irak'ta, Suriye'de, Libya'da, İsrail'de, Lübnan'da, Mısır'da her yerde niyabəti ordusu var. Yəni hizbi, müsəlləh hizbi var belə. Irak'da çox güclü. Eyni halda Irak'ın İranda nə bilim ayrı yerdə bu cürsü məsələn mücahidlər məsələn Irak'a bağlıdılar. Əlbəttə çoxlu bu cürsüdür. Dünyada çoxlu dövlətlər beləsidir. Məsələn Talibanı kim gətirdi, iş üstə kim qurdu? Əl-Qaidəni kim qurdu? Bunları bilirik ki, hamısı xarici dövlətlər qurublar. Olabilir Cenab-ı Hidayet. Olabilir bir memleket öz hedefleri için, öz çıkarları için, öz menfaatleri için bazı gruplardan himayet ederler. Bazı gruplardan mümkün esen kömek mali eləyərlər. Kömek hani çok köməkli eləyə bilərlər. Bu anlama değil ki siyasi bir
partiya ayrı bir ülkeye bağlı olmamalıdır. Ayrı bir ülkenin menfaatlerini korumamalıdır. İran'da olan, yani o coğrafyada yaşayan insanların menfaatini korumalıdır. Fərqi Demokratı Azərbaycan da bu çerçevede hedefi Güney Azerbaycan'da yaşayan ve dedim bütün İran coğrafyasında yaşayan bellidir. Zaten adı üstündeydi. Onun bir isteklerinden buydu ki Türkçe dili İran məktəblərində rəsmi dil, əslən İranda rəsmi dil sayılsın. Yani Türkçe dili İran'da resmi dil sayılmalıdır. İndi zaten bu teknolojiyle de resmi dil olması çok kolaydı. Olabilir ki İran'da 2-3 tane dil resmi dil olabilir. Balaca bir Suis'te neçə dil resmi dildi. Pes Tamam. bu bir partiyanın kalkıp ayrı bir ülkenin ne Siz necə temsilcisi baxırsınız? olabilir? Yəni mənim sualım budur. Siz buna necə baxırsınız? Xarici bir dövlətə bağlı olmağa necə baxırsınız? Qəbul Hiç edirsiniz? hoş karşılamıram, Tamam. hiç doğru da bilmirəm Tamam. ve çok da yanlış. Tamam. Əziz və hörmətli dostlar, çox sağ olun, təşəkkür edirəm. Bizim sayğılarımızı, hörmətimizi, salamlarımızı qəbul edin. Amma tüm müsahibənin ortasında yox, salamlarınıza cavab verə bilmirik. Bu sayğısızlıq sayılmır. Can Yahya'yı təşkilatların və hər türlü fəaliyyət eləyən fərdilərin xarici ölkələrdən mali yardım almalarına necə baxırsınız? Umumen Cenab-ı Süleyman'ın Cenab-ı Hidayet çok bağışlayın. Cenab-ı Hidayet umumen siyasi partiyalar hop evvel öz milletine bağlıdır. Yani köməkliklərin öz milletinden alır. Çünkü biz bu sabit olup ki sen bəxşibdən kömək malı alırsan bir yere, bir yerde Türkler deyirlər gəbi olursan. Yani o devlete, o hükümete ister istemez bağlanırsan. Ona göre vaqiyyət budur ki, kömək malı alınmamalıdır. Əslən kömək malı zaten heç bir ülkede kalkıp ayrı bir siyasi partiye kömək malı eləməz. Yani əslən o məmləkətin daxili qanunlarına aykırıdır. Məsələn, Sueddən qalxıb da indi mən istəyirəm filan siyasi partiyə köməklik eləyim. Zaten Sued dövləti qoymaz. Zaten yasaqdır burada, qədəğəndir. Mən bir siyasi partiyə burada pul göndərməm. Bir siyasi partiyə kömək eləyə biləm, ayrı ünvanla, ayrı adla köməklik eləyəm və ya müstəqim, qeyri-müstəqim köməklik eləyəm. Amma bu məmləkətdən qalxıb bir dənə siyasi partiyə köməklik eləmək zaten mümkün değil, heç olmaz. Mənim sorum, Aydöşür, çox müstəqim cavab istəyirəm. Soru budur ki, təşkilatların və hər türlü fəaliyyət edənlərin xarici ölkələrdən mali yardım almalarına necə baxırsınız? Mali yardım eğer şəxsi olsa o ayrı mesele. Ama siyasi açıdan yardım almak düzgün değil, doğru değil. Tamam. Siyasi olarak hangi dövlətin siyasətlərinə yaxınsınız sizin parti? Şüphesiz ki ben başında zaten müsahibemizin başında da xitbətçide dedim ki birincisi budur ki o devletlerde demokratik bir şiveyle idare olunsunlar. Yani memleketlerini demokratik şiveyle idare eləsinlər ki biz onlardan da bir şey öğrenek. Bizim biliyorsunuz şimdi İran'da tezat da budur. Haşiyə getmir ama çok əhəmiyyətli olduğu için deyirəm. İran'da tezat da budur. İran Avrupa kanunların ister İran'da cari eləsin, Taksim-i Quba. Taksim-i Quba Avrupa'dan başlayıb. Ama Taksim-i Quba olduğu halde rəhbər her şeyi öz intikab edir. Şurayı Nigahban intikab edir. Şurayı Nigahban adamları seçir, deyir bu gələr, bu gəlməz. Quvve Qəzaiyyəni özü seçir. Əmələn görsən ki, elə bütün üç quva dervağı bir quvvaya bağlı, bir kişiye bağlıdır, bir şəxsə bağlıdır. Hop təbii ki, burada bir demokratik düzen yaranmaz. Biz arzumuz budur. O memleketlerle, o memleketlerin öğreneceğimiz çok şeyler var. Biz Can, onda da söz bu olur. Yani siz deyirsiniz ki, demokratik olanlarla sizin demokratikdən nə tərifiniz vardır? Çünkü hər ölkənin özünün demokratikdən bir tərifi var. İran özünü demokratik bilir. Əraq da, Suriye de, Suriye o vəzinə özünü demokratik bilir. Amerika da özünü bilir. Avrupa'da da özlərini demokratik bilirlər. Yani siz bunları hangi metrine deyirsiniz? O demokratikdir, bu demokratik değil. Hangi metrine ölçürsünüz? Çok
Çok güzel bir sualdı bu Cenab-ı Hidayet. Çok güzel bir sualdı. Bak, demokratik dediğiniz kimi çok ülke Kore Şimal da özünü demokratik bilir. Dediğiniz kimi İran da demokratik bilir. Hatta İran iddiası budur ki dünya demokrasini gələ bizden soruşa. Biz de dünyaya demokrasi çok sadir ediyoruz. Hatta bugün bir şey dedim, çok acayip. Ay Cəlil'in bir söhbətine qulaq asırdım. Ay Cəlil deyirdi ki, baba bu Avrupa'nı büyütmeyin. Avrupa, ben 1945'te filan memlekette kadınlara rəy hakkı veripler. Ve 1975'te filan memleketlerde. İslam'da arvatlara peygamber zamanı azadlık veripler. Ki gelipler peygamberin huzuruna arvadlar təbəiyyət ediblər peygamberden. Peygamberden təbəiyyət elədikləri için, beslə peyğəmbərə bağlandıkları için o vaxt azadlıklarını əldə ediblər. Xoş, sənə əgər azadlığı belə düşünsüz, demokrasini belə görsüz, xoş ayrı məna çıxar. Bir de demokrasinin Avrupa'da, hiç olmasa bizim sembolik olarak Avrupa'da demokrasini görürük. Demirik mutlaqdır, ama hiç olmasa Avrupa'da bu görünür ki insan özgür iradesiyle başlar, tanıyar, tanıdıktan sonra intikab eder. Özgür iradesiyle. Kaldı ki mesela diyək sizin həmkarlarınız çok mühimdir demokraside. Eğer sizin həmkarlarınız, yani gazeteciler, mətbuatçılar, onlar 5-ci nirudur. Bak şeyde deyir ki ağayı Rahim Səfəvi dünün Yusracın İran'da bir şey deyip İran'da 3 kova yoktu, İran'da 4 kova var. Ve o bir kova da Niru-i Nizami'dir. O Niru-i Nizami de kontrol edir her şeyi. Yani ağay pezeşkiyana değil. Ki biz seni kontrol edirik. Eğer qədəmi o biz açıq, vuruq qədəmi o sındırırıq. Yani bunu belə bir memlekette sen demokrasiden söz eləmək olmaz. Belə bir Siz memlekette nədir demokrasi olmaz. ölçüsünüz? Tamam, bu misallardan çıxaq eşiyə. Siz yəni buyurursunuz ki, bizim parti tamam o ölkələr ilə ki, demokratik olalar. İndi mənim bir sualım budur. Siz o demokrasini ölkələrdə nədir ölçürsünüz və özünüz də o qədər demokratsınız? Bu ölçümüz çok sadedir. O nehatlar, o teşkilatlar, hele sınıfı teşkilatlar ne kadar özgürce çalışırlarsa o kadar o özgürlük, o memlekette demokrasi vardır. Siyasi partiyalar olsun, mətbuat olsun, radyo, televizyon bugün dünyanın hiçbir yerinde devlet kontrolünde değil. Tek İran'dır ki, belki Kore Şimalı'dır. Devlet kontrolündedir. Onlarca, yüzlerce belki kanal münteşir olur, milletin puluyla, milletin maliyatıyla idare olunur. Ama devletin propaganda aracıdır. Devletin təbliğat aracıdır. Burada sen demokrasiden söz edemezsen. Bak, bu kadar sen Sued'de hiçbir zaman yayınladığım bir kitap Vəzarət İrşada gitmez. Burada Vəzarət İrşad diye bir şey yoktur. Ne istersen danış. Ne istersen de. Əşab-ı siyasi açıqdır. Sağ var, sol var, orta var. Hamı var. Mətbuat azaddır. Bu memlekette ben gözümle görmüşəm bu memlekette Cenab-ı Süleyman'ı. Cenab-ı Hidayet çok bağışlayın. Bak, bir de gözümle görmüşəm bunu. Bir tane vəzir 1500 koron kart dövləti alışveriş eləmişdi. Mecbur elədilər, istifa elədi. 1500 koron bilirsiniz ne kadar olar? Bu zaten olar 150 dolar. 150 dolar için bir vəzir istifa elədi. Demokrasiye bak. İran'da milyarlar oiz olur. 3 milyar yarım çay depş. Ve hiç kəs ne istifa edir, ne işten atılır. Demek yani oranın demokrasinin, buranın demokrasinin, bu demokrasinin de esası temeli siz ruznamenikallarsınız. Siz de ruznamenikallar azad olduğunuz müddetçe elə bu sual cevapları indi suallar, sorgular qabağa aparırsınız. O memleket o kadar demokratiktir. O kadar azaddır. Can Yahya, ideolojik olarak, yani sizin partinin ideolojisi olarak hangi devletin ideolojisine ya hangi ideolojiye yakınsınız ya hangi ideolojinin üzerinde kurulmuşsunuz? Bizim ideolojimiz hiçbir devlete yakın değil. Bizim ideolojimiz özümüze xassıdır.
öz lokalımız, lokal yerimizə xassıdır, öz məmləkətimizə xassıdır və işte o öz məmləkətimizdə, öz yerimizdə, öz coğrafiyamızda ideolojimizi qabağa aparaq. İdeolojimiz, siz deyə bilərsiniz, ideolojimiz nədir? Nədir? İdeolojimizin təməlində ədalət var, ideolojimizin təməlində azadlıq var, ideolojimizin təməlində hür iradə var. İdeoloji nədir ki, onun təməlləri budur? İdeolojiniz nədir ki, təməlləri bunlar? Demin onu işarə elədim. Azad mətbuatdır. Azad radio televizyon. Yox, bunlar təməl. Azad irtibatlar. İdeolojinin özü məsələn biri sosialistdir, biri nə bilim demokratdır, biri falan. Sizinki nədir? Baxın, bunu dedim yani. Bunu indi biz duraq, hani zat qoyaq, mətdə qoyaq. Yox, nədir yani onu biz, o elə bir şey yoxdur zaten. Cənab Hidayət, mütəvəccüh olun ki, hər şey değişim halindədir. Hər şey değişmə sürecindədir. Məsələn, ola bilərdi ki, bir illər, məsələn, deyək ki, biz Marksist, Leninist literatura bağlıydıq, deyək. Amma indi onu deyənmərik. Zaman değişibdir. İndi Amma update edəmiş, nəsl ortaya çıxıb. Bu ayrı nəsl, deyər, hani 150 özünüzü güncəlləşmişsiniz. Bunu dünən də danışdıq. Özünüzü güncəlləşmişsiniz, Bəli. amma sizin indi bir ideolojiniz var ya yox? İdeolojimiz o milləti rifah səviyyəsini yüksəltmək, azadlığı o məmləkətdə cari eləmək, qanun, müşariyyəti çoxaltmaq, insanlar öz hür iradəsi ilə öz sərnişin siyasilərini, hətta nə tənə sərnişin siyasi, hətta sərnişin iqtisadilərini təmin eləmək, əmniyyəti sağlamaq, əmniyyət iqtisadi, əmniyyət siyasi, bütün düşüncələr üçün, bütün fikirlər üçün, Tamam. bütün fikirlərə saygı var. Dövlətin də vəzifəsi budur ki, biz quracağımız hökumətin də vəzifəsi budur ki, bütün fikirlərə eyni məsafədən, eyni ölçüdə, eyni məsafədən baxaq. Yəni biz orada qərar Sizin verməyəcək. o birisi partilərlə nə fərqiniz olur? Onda heç fərqiniz yoxdur ki. Siz İranda məsələn, nə bilim, neçə yüz dana parti vardı. Sizin onlarla nə fərqiniz var? Bizim onlarla fərqimiz budur ki, o adamlar ki, biz bərnaməmizi qoyuruq qabağa, bizi intiqab edənlərin mənfəətləri orada yansıyacaq. Əgər onların mənfəətləri yansıyacaq, onlar seçəcəklər. Eyni o birislərsiniz də. Yəni onlar da elə siz deyən ədalət deyirlər, azadlıq deyirlər, demokrasi deyirlər. Aynı proqramdır. Nə fərqiniz vardı sizin? Ola bilər, onlar da deyə bilərlər, biz də deyə bilirik. Amma bizim platformumuzla onların platformunu değişə bilər. Biz, yani biz dediğimde millet karar verer. Biz milletin kararına saygımız var. Milletin kararına saygımız var. İdeolojimiz de zaten milletin iradesidir. Ve dedim indi biz her anki böyle keskin bir ideolojiye sahip Aslında değiliz. keskin bir ideolojiniz yoktu. Yani siz ideolojisiz bir vəziyyətdə, Yok, biri de usula mütəqqissiz. Bak, ideolojimiz insanların, dünən də xidmətdə dedim, rifahıdır, insanlarımızın azadlığıdır, insanların hür iradəsidir. İradəsidir ki, o iradə necə yansıya bilər. Onu artıq gəlib də kərkivizat eləmək, yəni qalıblara soxmaq, təbiidir ki, heç bir zaman nəticə vermir. Biz ideoloji rejimlərin payidar qaldığına inanmırıq. Tamam. Zaten hiçbir ülkede de payidar kalmır ideolojiler. Tamam. İdeolojiler Hukuki olarak. insanlar kimi değişim halindedir. Hukuk, Değişir. Can Yahya, hukuki olarak, yani kanunsal olarak sizin parti hangi dövlətə yaxınsız ya hangi dövləti hukuki olarak ülgü götürmüşsünüz? Gələcək. Dedim, işarə elədim. Demokratik ülkeleri. Demokratik ülkeleri, hələ məsələn mən İskandinav ülkələrini görürəm, yaxından görürəm, mülahizə edirəm. Görürəm bir rifah düzeyi sağlayıblar. Bəlkə siz Kanada'da yeni şeyi görürsünüz. Ve bu demokratik nizamdır. Bu demokratik nizamla insanlar özlerinin hür ihsas edirlər. Ve bu hür dünyada yaşamağı, azad dünyada yaşamağın uşaqlar, məsələn siz bayaq bir şeye işarə elədiniz, çox əhəmiyyəti var. Bax, uşaq Sovetdə dünyaya gəlir, cənab Hidayət. Uşaq dünyaya gəlir. Dünyaya
yazdığı gündən etibarən əmniyyət qəzaisi var, əmniyyət hüququsu var, əmniyyət təhsilcisi var. Bunların hamısı bu demək, yəni özgürlüğün, azadlığın bir nəticəsidir. Yine mən məcbur olan misal verim. Gene iqtisadın ağay Həddad Adil'in arvadı televizyon Cumhur İslami'de deyirdi. Biz Tehranda adam kimi bir yer medrese tapmadık ki uşağımız yesin o medresede təhsil eləsin. Məcbur olduq özümüz medrese açaq. Bu ağay Həddad Adil'in arvadının sözüdür. Mən eynən nəql elədim. Yani bak İran'da 85 milyon insan yaşayır. Deyir biz Tehranda bir medrese tapamadık ki uşağımız orada adam kimi təhsil eləsin. Hop sen bunu burada Suetdə edəsin, şaşırır, dəli olar. Deyər ki, necə yəni bir uşaq mədrəsəyə getmək istəyir amma yaxşı bir mədrəsə tapamır. Belə bir şey mi olar? Bunu camiəşünaslar təhqiq edər, rəvanşünaslar təhqiq edər. Görər nə olubdur camiədə, hara gedir ki bir dana yaxşı bir mədrəsə tapamırlar. Bu demokratik bir düzənin nəticəsidir. Tamam. Demokratik bir... Ben Sizin təşkilat Türkiye-Azerbaycan toplumun idarə etmək amacla bir hukuki sistem tərif etmiş mi? sualı bir daha mətrəh buyurun. Sizin təşkilat Azerbaycan'ı ya İran'ı ya Türkləri İranda idarə etmək üçün bir hukuki sistem, kanunlar tərif edib mi? Bizim əsasnaməmiz yazılanda ki zamanla dəyişibdir bu əsasnamə. Hədəfimiz bu olub ki İranda demokratik bir sistem yaransın ve demokratik sistemin de yaranmasın bunda görmüşük ki insanlar öz sərnəvişlərini özləri təyin edilər. Ve hatta dünən de dediğim ki bunu kanun əsasında da gördük, biz kanun əsası məşrutədə de bu var idi. Yani Əncümənhay eyaləti və vilayəti Ağa Hidayət çok büyük bir təşkilatıdır. Yani siz bir kanun tərif eləməmişsiniz daha. Deyirsiniz ki mevcut kanunu İranda ne olsa onlar. Hayır, mevcut kanunu insanlar yaradar. Demokratik bir düzende yaranan kanunla indiki hakim olan kanun esası İran eyni olanmaz. Kanun esasının 4. maddesi. Zaten değil her şey mukaddemede değil. Deyir bu zat besləb məmləkətin iradə olunmasının əsası Allahın əmrinə bağlıdır. O da kimin nümayəndəçiliyi adı altında bəli fərqli. Hatta 4. madde deyir. Tamam. Şimdi burada sizin təşkilatın bir hukuki tərifi var mı? Kanun Bəli. Biz buna inanırıq ki, bir, əvvələn məclis-i müəssisən bütün əxşar ictimai ilə, bütün əsnafdan, bütün nəhadhay mərdumi deyirik ona yani NGO'lardan, bunlardan mütəşəkkil olar. Bu əsasnamə milletin iradəsini yansıdar ve milletin iradəsini yansıdan əsas kanun əsası devletle millet arasında bir irtibat kurar. Bunu düşünürüm. Bunu çok rahat anlaşırım. Ama sizin parti bir şey hazırlayıp bir kanun tərifləyib ki biz bunu mesela o meclisi siniyə götürəcəyik, o meclise götürəcəyik. Böyle bir şey hazırlayıp mı? Bəli. Bir, adalet sistemine dayalı, sosyal adalet sistemine dayalı, mutlaka ve mutlaka bu 45 ildən ispat oldu bize ki mutlaka o dini əsaslara dayanmamalı. Hatta bu kanun əsası mütəəssifانه kanun əsası məşrutiyyəti vardı. Hatta ona belə dayanmamalı. Kamilən sekular. Din əsası hükümetten, devlet zatlarından, organlardan yazılı bir şey yani var mı? Can Yahya, yani bir şey yazılı bir metniniz var ki mesela bizim hukuki sistem ki tərif edirik gələcək İrana, çünkü siz gələcək İran düşünürsünüz. Bu gələcək İranda hukuki sistem bu tür olmalıdır. Bu tür bir sistem, bir şey yazılı var mı? Bəli. Bak çok da bile rahat bir şeydi. Bir, çok partili düzene inanırıq. Çok partili düzene inanırıq. Tamam. İqtisadda çok dikkat ediyorsun. İqtisadda biz bazara azad. O kadar inanırıq ki bu bazara azad yoksul milleti zəvallığa çekmesinler. Yani el olmasın ki %70% millet fəqrin altında yaşasın.
ədalət sistemi işlənməli. Bəs bənabərin bazar azada inanırıq, amma şərtlərlə. Sistemimiz mutlaka mesela çok partili bir düzen olacak. Üçüncü esas mesele kudrette yetişenler, kudrette oturanların müddeti məhdud olacak. Müddet məhdud olmalıdır. Yani bir insan 32 ildir rəhbər olub rəhbər. Her şeyde karar verir. Böyle bir şey olmaz. Böyle bir düzenden demokratik bir düzen olmaz. Yani məqamların oturduğu məqam məhdud olmalıdır. Siyasi partiyalar çalışmalıdır. Bütün düşünceleri açıq olmalıdır. Xanımlar, məxsusən xanımlar hem aktif olmalı, hem kanunda bu mesela garanti altına alınmalı. Onların hakları ve müsavi şekilde. Meclis eğer 200 kişi ise 100'lü hanım olar, 100'er kişi. İdari işlerde bile işleyenler eyni. Bunlar kanuni şekilde icra olunmalıdır ve kanunda da yerleşmelidir. Bu kanunda yazılmalıdır. Her şey yazılmalıdır. Sizin təklifiniz hazırdır. Yəni belə bir təklif Bəli, hazır. bəli. İdarə sistemi olaraq məmləkəti idarə etmək üçün sizin parti gəldi, istəyir gələ iş üstə bu amacla işləyir də əslində ki, hakimiyyəti keçirdi əlin. İdarə sistemi olaraq hansı dövlətin idarə sisteminə yaxınsınız? Mutlaka demokratik sistemlerden ilham alabiliriz. Ama öz şartlarımızı da dikkate almalıyız. Öz şartlarımızı ilham alabiliriz demokratik memleketlerden. Ben İskandinav'da yaşadığım için, biraz İskandinav'ını tanıdığım için arzum budur ki, təşkil tapan devletimiz gelecekte İskandinav'dan örnek alsın. Tamam. Hangi idarə sistemində İskandinaviya hangi dövlətlərə ya millətə yaxın olmağı düşünürsünüz indi? Arz elədim, zaten sistem buna yaxın, bu belə bir sisteme yaxın olacağı için şüphesiz ki bu düzen, yani bu idarə sistem. Bu idarə sistem de çok güzel, hidayət, çok yaxşıdır. Çünkü burada fərz edək ki, Sued bir bütün dövlətdir, yani homojen devlet değiller buna. Uniter devlet de diyorlar. Ama fərz edək ki, lokalların kamilen ihtiyarı var. Şəhərdarlar özləri əslən dövlət içində dövlətdir. Kamilen özgürdürlər. Amuzişpərvəri şəhərdarlara verilibdir. Amuzişpərvəri təsminatı şəhərdarlar, təsminatı amuzişpərvəri şunun üstündə verilen maliyat, elə bu məntəqədə toplanan maliyat, elə birçoxu bu məntəqədə xərclənər və bunların hamısı ittifaqən bizim Əncümənhay eyaləti və vilayətdə də bu öngörülmüşdür. Yani Əncümənhay eyaləti və vilayətdə də aşağı yukarı yeni şeyler öngörülmüşdür ki, toplanan maliyat o məntəqədə xərclənməlidir. Əmniyyət o məntəqədə görülməlidir. Amuzişpərvəriş o məntəqədə idarə olunmalıdır. Yani ona göre biz Azerbaycan'da artık Farsi dili olabilir. Farsi dili ikinci bir dil olabilir. Ama bizim esas dilimiz Azerbaycan'da Türkiye'de. Tamam. Hangi dövlətləri düşmən tanırsınız? O düşmən ki, nerede? Biz hiçbir devleti düşmən tanımırıq. Fakat o devletler ki demokratik düzenlə idarə olunmalılar, onlara düşmən gözü ilə deməyək də, onlarla yaxınlıq hiss eləmirik. Çünki Yəni, bizim əsas bunu nə bilək soruşacağım. Əslində Can Yahya belə soruşacağım. Burada çalışıram ki, siz fərz edin ki, hakimiyyətə gedəcəksiniz. Bəli. İranı məsələn əlinizə keçəcəklər, idarə edəcəksiniz. Orada o şəkildə görün ki, hangisi düşməndir, hangisi dostdur, hangisi rəqibdir. Eləsi görün. İndi düşmən bir şey tanırsınız məsələn İrana? Xeyr. Mən heç bir ülke ilə düşmənliyimiz yoxdur. Məgər ki dedim məsələn, fərz edək ki, Irak İran'a həmlə elədi. Həmlə eləməməli idi. Xub təbiidir, həmlə eləyən İran'ın da hələ o məntəqəyə həmlə eləyən o zaman düşmən sayılır. Tamam. Ama hiçbir ülkeyle dava yoxdur. Tamam. Hedef budur ki, ama demokratik memleketlerle ilişki xub təbiidir, daha rahat sağlanır. Tamam. Hangi millətləri və dövlətləri rəqib görürsünüz? Rəqib ki, bilirsiniz, iqtisadda rəqabət vardır.
İqtisadda fərqli məsələdə rəqabət həm məntəqi var, həm cahanı var. Bəli. Bizim hedefimiz budur. Eğer hükümete yetişebilse eləyə bütün dünya devletlerine irtibat kurar, iktisadi irtibat kurar. Hatta rekabet de eləsək, rekabet yani usulün çerçevesinde bir rekabet kabağa geçsin. Biz hiçbir memleketin, bütün dünyanın hatta tavsiye payidar değiller buna. Bizim arzumuz budur, tavsiye payidar olsun. Tavsiye payidar hem iktisadidir, hem içtimaidir, hem muhit zistidir. Muhit zist çok çevre meselesidir. Bunun çok ehemmiyeti var biliyorsunuz. Bugün dünyada çevre meselesi yani muhit zist ne bileyim bazı şeylerden daha da ercihdir. Hele bu Tamam. taza nesli Z deyirlər. Doğru. Bəli. Bu nesli Z muhit zisti hatta hayvan severliği, hayvanlara ehtiramı birçok bizlerde nazaran daha çok qabağa aparırlar. Onlar Doğru. hem muhit Yani- zistin dostudular. Yəni sorulara mütəmərkəz ola bilsək, rəqib dövlətlər, hansı dövlətləri rəqib görürsünüz, ya rəqib görmürsünüz, ya elə nə cür olacaq bu? Hayır, bunu zaman gösterir. Bunu zaman gösterir ama rakip devletimiz bizim yoktu. Bize hiçbir devletten rekabet içinde de yok. Ama dediğim gibi iktisadi rekabet olabilir. Siyasi rekabetimiz tek demokratik memleketlerindendir. Ki onlar ne kadar demokrasini kabağa aparırlarsa biz de arzumuz bu da o kadar kabağa aparır. Onlarla rekabet içinde. İktisadi rekabet ayrı bir meseledir. İktisadi rekabet ister istemez vardı. Mesela bizim Muğam'da neftimiz çıktı. Bizim Muğam'da neftimizi pazarlamalıyıq. Pazarlayanda Azərbaycan Cumhuriyyəti de belki rekabete girebiliriz. Ne bileyim iktisadi cəhətdən Türkiye ile de rekabete girebiliriz. Hani bizim öz dostlarımız Türkmenistan'la da rekabete girebiliriz. Orada bizim neftimiz var Muğam'da, gazımız var. Bunları dünya pazarına götürmək üçün təbiidir ki, ən belə yaxın dostlarımızla da rəqabətə girə bilirik. Təbiidir də bu. Rəqib dövlətlərə qarşı necə bir siyasətlər və strategilər düşünürsünüz? Məsələn, Birinci Türkiyə ilə, Azərbaycanla, Türkmənistanla işarə buyurdunuz, ya Əraq, qonşu dövlətlərlə. Bunlarla məsələn Azərbaycanın rəqabətin iqtisadi olaraq necə düşünürsünüz, ya siyasi olaraq necə düşünürsünüz? Bak bizim bunu Farsçada çok güzel bir kelime değiller. Güzel bir sözdü bu. Board değiller buna. Hem ben faydalanayım hem sen faydalan. Görək belki işbirliği gidersek o işbirliğine rekabetten daha faydalı olabilir. Biz tabiidir ki eğer devleti ele alsak biz rekabet değil de hedefimiz işbirliğidir. Bütün dünya ki məntəqi, ki cihani təşkilatlara da mesela katılmaktır. Hatta bak İran deyilən o memleketin geçenlerde BRICS'e katıldı. BRICS ülkeleri hop dünyanın büyük bir zadıdır. Çin var orada, Hindistan var, Rusya var, Brezil var, Afrika Cunubu var. Bizim o memleketlerle həmkarlıq eləməyimiz bizim için çok yaxşıdır. Bizim arzumuzdur Şanghay'a katılaq. Bütün devletlerin de hedefi budur. Hatta Türkiye'de başvurdu ki o sazman Şanghay olsun. Demek yani dünyada Cenab-ı Hidayet artık bir rekabet değil de hemkarlık bizleri hem refahımızı yükseltir hem aynı zamanda bizim refahımızla birlikte standartımızı değiştirir. Bayaq yine değindiğim gibi demokratik memleketlerine yakınlaştığımız sürece yaşam standartımız değişir. Düşüncemiz, fikirlerimiz değişir. Buna göre biz rekabetten çok hemkarlık çerçevesinde benim arzum budur ki hatta ne bileyim Türk devletleriyle bir birlik kurulsun. Hatta bir İttihatiyyə Avropa kimi bir birlik kurulsun. Bu ülkelerde bir sürü fikir, fərhəngi yaxınlığımız var, dil yaxınlığımız var, tarihi yaxınlıqlarımız var. Biz həmkarlıq eləyə bilirik ki, bütün imkanlara da sahib ol. Yanlış anlaşılmasın, ben iqtisadçıyam. Bütün imkanlara da sahibiz biz. Yani her zadımız var. Hem mənabə zirzəmini var, hem mənabə uyzəmini var, hem mənabə insanı var. Bu çok əhəmiyyətlidir.
Bizdə mənabə insanı bax hər il mən keçən qədimki bərnamələrdə sizə demişəm. Mənim sözüm deyil, Vəzarət Karın sözüdür. 250 min nəfər şeydən Azərbaycan şərqidən mühacir edirlər İran'a o tərəfdə, ayrı yerlərdə. Bax nə qədər Niruy Kara sahib oldu. İşləyən Niruy gedir insani işləyən, Niruy insani bu gün iqtisadın əsaslarından biridir. Yəni dünənə qədər sərmayə mühim idi, bu gün Niruy Kar mühimdir. Ben işleyen dediğiniz gibi xebre işleyen, bilgili insan, müdür, okumuş, danışka okumuş, bilen insanların her şeyine sahip ol. Yani biz bu işbirliği çerçevesinde eləyə ki, memleketimizin refah seviyesini yukarıya çekək. Düşmən tanıdığınız, ki siz tanımadınız, dövlətlərə qarşı hangi stratejilər və siyasətləri götürəcəksiniz? Onu evvel zaman bilirler. Ben hiçbir devleti düşman görmürəm. Ben işbirliğinden, biz işbirliğine yana yok. Ben dediğimde yani bizim tefekkürümüz, bizim fikrimiz işbirliğinden yanadır. İndi hangi dövlətləri ya millətləri dost tanırsınız? Bütün milletleri, bütün milletleri. Biz dedim yani ne dil, ne ırk, ne necat, ne dil, ne bütün insanları dost tanırız. Biz düşmanlığımız yoktu. Hatta bu insanların işbirliği için çalışan yok. Ki bu ister Nehatay Cihan'da olsun, Sazman-ı Milal-i Muttehid'de olsun, UNESCO'da olsun, UNICEF'de olsun, hani hukuku beşerde olsun. Bunların hamısı insanın məhsuludur. Ayet. İnsanın illerce biriktirdiği, insanın illerce üzerinde çalıştığı nehatlardır, organlardır. Bunları atma olmaz. Mən hukuku bəşər dünənin məhsulu deyil, hukuku bəşər min illərin məhsuludur. Kit gəlib mütəmərkiz olub Sazman-ı Milal-i Muttehidin bir organı haline gəlib və nəhad-ı bilsə şurayı hukuku bəşər təşkil edib. 30 maddelik de bir maddesi zaten var, maddesi var. 30 madde. Bu 30 madde icra olunursa insanlar arasında düşmanlık olmaz. Biz bundan yanayız. Cənab Yahya, hangi özəlliklərlə bir dövləti düşmən, birin dost, birin rəqib, ya birin də əməkdaşlıq buyurdunuz, həmkarlıq tanırsınız? Erteledim sohbeti. Bizim teşkilatımız hiçbir devleti düşman görmür. Ama her şeyde Churchill'in meşhur bir sözü var. Onu diyeyim, o da yerindedir. O diyor ne həmişəlik düşmanlık var, ne həmişəlik dost var. Ama həmişəlik menfaat var. Biz her şeyden önce milletimizin menfaatini düşünürük. O bize təyin eder ki, kiminlə yaxşı, kiminlə yaxın, kimdən uzaq keçək. Amma mən də sorum buydu. Mənim də sorum buydu ki, yəni budur. Çox xülasə hangi özəlliklərlə ölçürsüz? Böyle dediğim gibi yani bizim başta saydığım gibi öğrendiğimiz, alışveriş yaptığımız, menfaatimizi koruyan, menfaatimizi geliştiren, bizim standart yaşamımızı yükselten ve fikrimizi açan ülkelerle, devletlerle tabii ki ilişkilerimiz çoğalacak ve o memleketler ki bizim fikrimizi məhdudlaşdıra, bizim ticaretimizə zərbə vura, bizim zadımız bir silah roştumuzun mane ola, təbii də onlarla da dostluğumuz olmaz. Ama düşmanlığımız rədim yoxdur. Tamam. Düşmən tanıdığınız millətlər və dövlətlər təşkilatlarla bir yerə gəlmək imkanı, əlbəttə ki, dediniz yoxdur belə bir şey. Amma fərz buyurun ki, məsələn, siz Cumhur İslamını necə görürsünüz hələ? Cumhur İslamı demokrasisi olmayan ideolojik bir rejim ve hatta ideolojik rejim olsa bile hiçbir milletin hakkını, hukukunu Cenab-ı Hidayet, siz bunu yaxşı bilirsiniz. Siz Ərəbcədə bilirsiniz. Zaten geçmişte dediğiniz gibi Hovzədə təhsil edilmişsə ki, olması az da olsa. Bir kelime var, enfal. Enfal kanun esası da vardı. Bu enfal biz başta kanun esasıda bunu başa düşmədik nədir? Enfala göre o memleket Vəliye Fəqihinin ülkəsidir. O memleket ayrı adamın ülkəsi değil. O Vəliye Fəqihinin
ülkəsidir. İstədiyi şeyi istədiyi adama verər. Hətta mən bir dəfə bu qulaqlarımla eşitdim ki, Misbah Yazdi dedi ki, əgər Vəliyev fərqi istəsə, arvadları da ərlərinə haram qıla bilər. Belə bir rejimlə mən dostluq mu edə bilərəm? Belə bir rejim ki, insanlığa aykırıdır. Düşmən görürsüz, nə görürsüz? Xeyr, mən onu zaten bir dana irticai bir rejim, dalı qalmış bir rejim. Baxın, indi Məhərrəm ayıdır da. Baxın görün nə oyun, nə kliplər çıxır. Amma tək mən deyil, öz milləti də artıq qəbul eləmir. Sən vaxtı gəlsən 7-8% müşarikət edirlər intixabatda, görsədir ki, bu rejim yerimir artıq. Bu rejimin tarixi keçib. Təbiidir, bu rejimin tarixi keçdiyi üçün mənim üçün də təsvib olunacaq bir yönü yoxdur. Siz bu rejimlə soruma geçsem, siz bu rejimlə müzakirəyə girər misiniz lazım olsa ya imkan olsa? Yine İslamiyet, siz benden yaxşı tanısınız, İslamiyet. İnsan düşmeniyle de oturup müzakere edebilir. Yani şeytanla da oturup müzakere edebilir. Ama görək ki, bu müzakere mənə nə verər, məndən nə alır. Şeyin bir tane məşhur bir sözü var, Ağay Pişəvərinin. Ağay Pişəvəri zada deyir ki, qəvama, deyir bu pirmərd cah tələb. Bu pirmərd cah tələb ki, hər iş görə bilər də, yəni mənfəət üçün. Amma ondan oturur müzakirə edir. Və yerli də müzakirə edir. Onun nümayəndəsi İpəkçiyanı göndərirlər Fərvərdin ayında ki, get Təbrizdən sadəcə dəvət ilə gəlsinlər, biz Tehranda müzakirə edək. İpəkçiyan gəlir, nümayəndə, onun 4-cü nümayəndə məclisidir. Gəlir İpəkçiyan Təbrizdə, Pişəvərdən xahiş edir, deyir, gəlin qavam sizinlə müzakirə eləsin. Bilə ki, bir cah tələb bir adamdır qavam, hədəfi də bəlli idi, amma getdi onunla müzakirə elədi. Müzakirədən baxdan heç oxunur ki. Yani siz müzakirə edersiniz. Yani Bəli ki, bəli. Tamam. Bəli. Sizin təşkilatda, ya siz təşkilatda Güney Azərbaycan siyasi təşkilatların çoxlu təşkilat vardı da. Bəli. Bu təşkilatlar ki, istiqlalçıdılar, federalçıdılar, haqq təyin sərnişçilər, qanun əsasçıdılar, İrancıdılar falan. Bunları dost görürsüz, düşmən görürsüz, rəqib görürsüz, nə görürsüz? Ay Tayyip, bax, dünən də yine bu söhbət soruya qeyri-müstəqim mən cavab verdim. Mən şəxsən ehtimal verirəm ki, Fərqi Demokratı Azərbaycanda fəaliyyət göstərən heç bir təşkilat ilə düşmənçiliyi yoxdur. Şəxsən yox, partinin Böyle nəzərinə. partinin da düşmənçiliyi yoxdur. Amma rasyonel bir siyaset qabağa aparmaq lazımdır. Əqlani bir siyaset qabağa aparmaq lazımdır. Görək İranda, Mənzurunuz nədir? Əqlani siyasətdən mənzurunuz nədir? Fərz edək ki, görək indi istiqlal zəminəsi varmı, yoxmu? Görək indi təcziyə zəminəsi varmı, yoxmu? Görək indi biz mərkəzi hökumətlə oturup da bir demokratik bir düzen üzərində, demokratik bir çərçivədə müzakirə eləsək, xodmuxtarı əldə eləsək, eləyərsək öz-özünü idarə münasibətli yoxsa. Məsələn, sizin partinin rasyonel baxışında İranın içində, İran çərçivəsində ağlanı budur. Bir ayrı partinin baxışında istiqlal. Bəli. Bir ayrısının içində bir ayrı format. Yəni, rasyonel baxmaq sizin əqlinizlə baxmaq deyil. Öz Bəli. təşkilatının siyasi əqli ilə baxmaqdır. Siz indi bu müxtəlif baxışları düşmən görürsünüz, rəqib görürsünüz, dost görürsünüz. Sağ olun, elə onu mən deydim. Elə mən dərbağı sizin dediyiniz idim. Mən heç düşmən görmürəm, heç çox da sevinirəm. Çox da sevinirəm ki, onlar da o çərçivədən, o zaviyədən baxırlar. Baxsınlar, haqlarıdır. Əsas demokrasi yəni nə? Özgürlük yəni nə? Özgürlük yəni bu deməkdir. Siz hər kəs bir çərçivədən baxar, amma nəhayət
millet təslim tutar. Tabii. Nəhayət orada yaşayan insanlar qərar verər. Cavab Yahya, Tamam. bu bölümü də qurtardıq Bəli. icazənizlə. Keçək əsasnamə bölümünə. Biraz siz burada sizi sıxacağam. Mən burada sizdən çox açıq cavab. Lütfən mümkün olsa qıssa buyurasınız. Sürətlə incə qabağa oradan ki mümkün. Sizin təşkilatın yazılı əsasnaməsi var, Bəli. güncəllənmiş. Bəli. Həm yerləşmiş, həm 1324-də yazılan əsasnaməsi var. Hətta məramnaməsi də var. Yəni Ən son ha zaman məsələn bu güncəlləşdi? Cənab Hidayət, bu zaten bunun zaman verme olmaz ki. Bir ay bundan qabaq, 2 ay bundan qabaq, 2 il bundan qabaq. Bu hər zamanki kongre olur. Kongrenin təsmimləri, müsəbbəbələri, polonomi, bunlar hamısı əsasnamənin değişimi için bir zemin hazırlıq. Kongre en büyük şeydir mesela. Tamam, kongre təşkil edildi. Mesela en son kongre o hangi əsasnaməni değişdirəsiz hangisi olubdu? Bakın bu 2 yıl bundan qabaqsa əsasnamənin çok şey değişti. Tamam. Əsasnamə çok yani həmişə bu değişim halinde. Dedim kongrelerde əsasnamənin bəzi maddeleri değişer, taze maddeler gelir. Tamam. Bazı maddeler həzf olar, bazı maddeler Ben de onu genişler. soruşurdum. O Çünkü bir tarih verəsiz ki odur. Çünkü mesela deyəndə ki 1325'ten adam deyir ki değişdirməmişsiniz, elə üstündən geçirsiniz. Ama deyəndə ki evet değişdirmişsiniz. Her kongrede bu değişir, her kongrede bazı kararlar alınır, onlar yazılır ve oturulur. Bir komite var, komite tarafından əsasnamədə değişiklikler olur ama her değişiklik de obrisi kongrede müsebbep olmalıdır. Yani farz edək ki, indi kongre oldu. İndi kongrede təsmin tutulur ki, əsasnamənin bəzi naqis yerləri var. Əsasnamə kafi deyil. Əsasnamə cavab verənmir bəzi ehtiyaclara. Bir komite əsasnamə təşkil yapır. O komite əsasnamə o deyilən, işarə olunan meselelerin üstünde durur. Gelir işleyir 1 ay, 2 ay, 3 ay. Ondan sonra yazılı olarak verir təbirxanəyə. Təbirxanə obursu kongrede onu müsebbep edir ve icraya koyur. Tamam. Sizin təşkilatın əsasnaməsi ələnidimi? Bəli. Bəli. Bütün təşkilatların əsasnaməsi ələni olmalıdır. Qeyrələrin əsasnamə yox. Sizin əsasnaməniz Türklərin və Güney Azərbaycanın oxumasına açıqdırmı? Bəli. Tamam. Sizin təşkilat indiki aşamada demokratik bir təşkilatdırmı? İndi, yəni bu günləri ki danışırıq. Bilirsiniz ki, bayaq siz çok güzel bir şey dediniz. Her ülke özünü demokratik görür. Bizim de olabilir təşkilatımızda bazı noksanlar var. Ama biz mutlaka demokratik görürük. Mutlaka demokratik görürük. Hatta obursu teşekkürlerden daha demokratik görürük. Ama bunu biz değil, milletimiz, bunu biz değil, obursu gruplar, obursu sazmanlar diyerek versinler, değerlendirer. Yoksa biz özümüz tabii ki demokratik görürük. Tamam. Sizin təşkilat demokratik ölkə və dövlət qurmağa necə yanaşır? Tabii ki arzumuzdur. Hedefimizdir, rüyamızdır. Böyle gece gündüz rüyamızdır hatta ki bir gün demokratik bir düzen kurak. Ama o demokratik düzen nece olmalıdır? Biz başta da bu söhbətin başında dedik. Mesela ben İskandinavya'da yaşadığım için arzum budur ki hiç olmasa, ben de bilmem bu mükemmel daha ama hiç olmasa bu çerçevede de olmuş olsa böyle bir düzen yaratılsın. Cənab Yahya, mən 2004-də idi, 2005-də idi Almana gəlmişdim o Cumhuriyet Xanım Komitəsinə. Oradan getdim, bir məqalə yazdım. Yazdım ki, insanlar xüsusən onda çox bu xiyanətdir, o xiyanət edir filan bəhman. Onun üzünə yazdım ki, əslində xiyanət yoxdur. İnsanlar biri Almanda qalıb Alman sistemi ilə tanışdır. Deyir, mən bununla istəyirəm məmləkətim geçsin qabağa, ya millətim. Biri məsələn Rusiyada dərs oxuyub orada qalıbdı, orayla tanışdı, deyir mən bu sistemlə. Çünki tanıdığı sistem odur. Biri məsələn Japonda qalıbdı, o sistemi yaxşı bilir. Təbii ki, məsələn siz də indi orada qalmısınız, o sistemi məsələn bir də Azərbaycanda, bir də Türkiyədə məsələn deyirlər ən dünyanın ən gözəl sistemi budur yəni. Hətta Cənab Hidayət,
Bu bize büyük bir şansıdır. Bu bize büyük bir imtiyazdır. Ki biz dünyanın değişik memleketlerine səpələnmişik, o memleketlerin kanun esaslarının aşağı yukarı az da olsa bilirik. O memleketlerden toplayıp bunların hamısının yaxşı şeylerini, yaxşı demokratik düzenlerini tabii ki arzumuz bu da Azerbaycan'da da icraya koyaq. Ona Tabii ki. göre ben çok hoşalam ki bütün dünyada Azerbaycanlılar vardır. Hatta bir şey de diyeyim ki Azerbaycanlılar neden bütün dünyada vardılar? Büyük mevkilere de yetişipler. Büyük makamlara da yetişipler. Ha, Hem danışgahı makamlara, hem siyasi makamlara, hem bunun yanında iktisadi makamlara. ha, Bu bizim ha. Doğrudur, için doğrudur. büyük bir imtiyazdır. Bu imtiyazı biz bundan bəhrəmənd olmalıyıq. Dünənləri Ben Pəhləvidən bir söz yayılıb ki, İran bilmirəm nə qədər doğrudur, nə qədər yalandır, orasını bilmirəm. Amma deyibdir ki, Əfqanistana işarə edilir, deyib ki, İran milləti demokrasiya hazır deyil. Nasirəddin Şahdan da bir söz var ki, deyibdir, var, bilmirəm ki, özü deyibdir, ya bu İrancılar yazıblar. O da deyibdir ki, mən əgər bilsəm ki, her şeyimiz her millətlər şeyimize hazırdirlər benziyor. demokrasiya, mən demokrasini verərəm, hazıram. Yəni üstdə hazırdır, aşağıda yox. İndi də aşağıda üst aşağı hazırdır, üst. Yəni məsələn Pəhləvinin toxumu hazır deyil. İndi Nasrettin sualım Şah'ın sizdən budur. meşhur bir sözü var. Deyir her şeyimiz her şeyimize benzemelidir. Doğrudur, doğrudur. Yani Ərz edeyim ki, ben, sizin təşkilat bugünkü gün evet. baxanda o iki dana müqəddəməni dedim ki, bu sorunu soruşuram. Sizcə demokrasi sistemi Güney Azərbaycana nə zaman gəlməlidir, ya neçə mərhələdə, aşamada gəlməlidir? Vallahi benim arzum bu değil sabah gelmelidir. Ama şartlara bağlıdır. Arzum bu değil sabah gelsin yetişsin. Demokratik bir düzen kurulsun. Bu demokratik düzenden de hamı faydalansın. Ama tabiidir ki bu bir prosestir. Aslında demokrasi özü bir prosestir. Birdenbire gelmez, gökten de yenmez. Bu belli bir şey geçmelidir. Yani bunun ne bileyim onun altyapısı diyoruz. Türkler derler altyapı. Onun fondasyonu kurulmalıdır. Fondasyonu nece kururlar? İnsanlar tarafından kururlar. İnsanlar nece kurar? İnsanların nehatları var, insanların organları var, insanların mesela inandıkları doğrultuda hareketleri var. Ne bileyim orada sənətkarlar öz təşkilatlarını qurmalıdır, müzisyenlər öz sənət təşkilatlarını qurmalıdır, müəllimlər öz təşkilatlarını, zəhmətkeşlər öz təşkilatlarını, əkincilər öz təşkilatlarını. Bu təşkilatlanma çox mühümdür. Bu təşkilatlanmadır ki, demokrasinin payəsini oluşturur, demokrasinin əsasını oluşturur. Zaten bu təşkilatlanmadır ki, partiyalara imkan verir, partiyalara ronak verir, partiyalara can verir. Bu təşkilatlanmalar. Xub təbiidir, benim arzum budur ki, bunlar hemen olsun ama xub təbiidir, bunlar bir miqdarı arzudur. Bu bir proses lazımdır. O proses de başlanmalı. Bu gün başlansa sabahtan yeydi. Fikirsiz ki, neçə mərhələdə, neçə aşamada bu demokrasi gələ bilər? Birincisi budur ki, biz sazmandeyi meselesidir, organizasyon meselesidir, sazmandeyi meselesidir. Ola bilər ki, əlbəttə xub indi bu şəraitdə Cənab-ı Hidayət iş dəyişib indi. İndi xub bəzi teknolojilər var, bəzi imkanlar vardı ki, bu 50 il bundan qabaq yox idi, 30 il bundan qabaq da yox idi, hətta 20 il bundan qabaq da yox idi. İndi təşkilatlanma daha rahatdır. İndi bilirsiniz, bir sürü imkan vardı ki, siz Kanada'da oturmuşsunuz, ben Suud'da, ikimiz danışırıq. Bizi İran'dan da eşidirlər. Bizi ayrı yerden de izləyirlər. Yani bu təşkilatlanma indi rahat olub. Ona göre biz aşamadan ziyade bu imkan hazırlanmalıdır ki, biz milletimizle birləşək. Nəinki biz deyək, onlar eşitsinlər. Ha, xeyr, onlar da desinlər, biz eşidək. Belki onlar ayrı şeyler düşünürler, belki ayrı şeyler fikirləşirlər. Alışveriş içerisinde olmalıyıq. Biz fikirlerimizi onlara sunmalıyıq. Onlar fikirlerin bize alışveriş içerisinde bu proses çok çok süratle encam tapar. Çok süratle gider. Tamam.
Geçək o birisi soruya. Düşmənlərlə savaş çağında, deyək ki, indi Bəli. məsələn İran bir vəziyyətdədir, burada düşmənlər var, içəri düşmənlər ya eşik düşmənlər. İstiqlal almaq zamanı məsələn, istiqlalı və Bəli. əmniyyəti qorumaq çağında, milli hakimiyyəti qorumaq çağında, milli hakimiyyəti iç və dış düşmənlərə qarşı qorumaq zamanında demokratik təşkilatlanma olarmı? İmkanı varmı belə bir şey? Genellikle bazı inqilablar gösterib ki, dünyaya bəlkə çox məhsullar veriblər. Amma heç bir inqilabdan, hələ qanlı inqilablardan demokrasi doğmayıb. Demokrasi bir prosesdir. Yaxşısı budur ki, düzen bozulmadan bizim mesela 1357'de bizim arzumuz bu idi ki, şahlık rejimi dönsün, çevrilsin demokratik rejimi. Ama olmadı. Şahlık rejimi gitti, vilayet fərqi oturdu ki, elə işlər gördü ki, şahdan da fərqlidir. Herhalde bazı yerlerde ondan da daha çok milleti əzdi, milleti fikir altına koydu. Ona göre yani düşmən daxili, xarici düşmən bizim arzumuz bu değil, hiç düşmənimiz olmasın. Ama ola bilər, onların önündə biləxərə tərəf düşmənlik edəndən sonra sən ona deyərsən ki, dostluq edək, düşmənlik eləməyək. Amma təbiidir, düşmənliyə qarşı da sən də elə düşməncə davranmalısan. Ama Amma o sorun budur ki, o zamanki vardı. Məsələn, deyək, ya inqilab oldu, ya savaş oldu, içəridə hakimiyyət zəiflədi filan. Onda demokratik olma vəziyyətini necə görürsünüz? Yəni demokratik qalmalıdır, qalmamalı deyil, gənci qutarsın, savaş qutarsın, sonra demokratikləşər. Bunu necə görürsünüz? Yox, heç imtiyaz verilməməli. Demokrasiden imtiyaz verilməli. Azadlıktan imtiyaz verilməməli. Zaten bak, ay Hidayət, necə oldu ki Xumeyni, bilirdi Xumeyni şu an inqilabın şuarlarını. Azadlığı idi, ədalət idi, istiqlal idi. Bu həmişə deyilirdi, zaten milletin dilindeydi. Savaş yarattı ki onu bastırsın. Xumeyni dedi hatta, dedi ki savaş bir nimettir. Savaş cellatlar için, savaş diktatörler için bir nimet olabilir. Ama savaş bizim için bir nimet değil. Savaş hiçbir zaman zemine hazırlamaz ki demokrasi rüşt eləsin. Savaşlarda, bilmirəm, bazı düşmən tıraşilerde bunlarda demokrasi rüşt eləməz. Hatta ne bileyim inqilabdan sonra Amerika sifarətinin alınması, ne bileyim ondan sonra Sifaret Ərəbistan Suudunun otlanması, Sifaret İngiliz'e bunlar hamısı bahis olar ki memlekette demokrasi rüşt eləməz. Memlekette fırsat talepler faydalanırlar ve diktatörlük ondan faydalanır. Ona göre biz bu kelimeleri həzf eləməliyik aslında bizim. Əsasnamemizdə də yoxdur. Hər halda, yəni, indi mənim sorum budur ki, o zaman oldu. Yəni sizin iradənizdən xaric bir savaşdı, bir inqilab da oldu. Siz o mərhələdə demokratik təşkilat olmanı, özünüzün demokratik təşkilat olmanı, ya o zaman dövlət qurasız, demokratik bir dövlət qurmanı düşünür müsünüz? Tabii ki düşünürük. Hiçbir zaman ondan imtiyaz verilmez. Çünkü hedef demokrasidir. Demokrasi olmadığı yerde, azadlık olmadığı yerde, hür irade özünü beyan eləmədiği sürece hiç memlekette müdafiə edemez. Ay, savaş gedəndə bunu nədir eləyə bilərsiniz, kontrol edəsiniz məsələn? Fərq eləməz. Bak, zaten savaşı kim qabağa aparır? Tudeler, insanlar. O savaşı korumak için, o memleketin özünü korumak için kim savaşır ki? Cenab-ı Hidayət, kim savaşır? Savaşanlar biz İran-Irak savaşında gördük. Ölenlerin neçə dərsədi pullulardı, neçə dərsədi tudi mərdumidi, milletidir. O yüzden bu yüzden, kətlərdən o yüzden bu yüzden, hatta bizim Azərbaycanımızdan hansı qurumlar müşariket edirdi? Kim düşmən dediğimiz o Irak'ın karşısında kimler dururdu? İndi Yoxsullar. Onda indi bu sualı soruşaq. İndi ki, əlan burada oturmuşsunuz, demokratik dövlət və sistem qurmanı necə baxırsınız? Çok bile uygundu çünkü indi əbzarı da var. Eğer dünene kadar yok olsa indi əbzarı var.
İndi bu əbzalardan faydalanıb demokratik bir sistem qurmaq 30 il bundan qabağa nəzərən daha qolaydı. 50 il Buradan durup indi oradaki oturmuşsunuz sandalyedən baxırsınız. Bir ləhzə baxın o İran dediyiniz yerə. Bəli. Orada bir hakimiyyət var, dövlət sistemi var. Bir də millətlər var. Hı. Bunları iki yerə bölək də hakimiyyət və dövlət, millətlər. Bunların ayrı-ayrı hazırlıqları necə görürsünüz? Yəni demokrasiya hazırlıq varmı millət səviyyəsində və dövlət səviyyəsində? Bəli. Bəli var. Hətta bunu mən bir addım da qabağa gedirəm, deyirəm, bəli ki vardı. Sən bütün imkanatı faydalanırsan, radyo, televizyonu faydalanırsan, sandist dediğini paylayasan, bütün imkanatlara rağmen sen 7-8 dersen milleti çekesen müşareket siyasiye. Bu demek ki millet devletle değil, devlet milletten ayrılıp hatta Cenab-ı Dayı indi İran rejiminin korkusu budur ki sökülür. Yani yukarıdan hani terek götürüp, yukarıdan çatlayıp ve bu çatlak gittikçe büyüyor. Bundan sonra rizeş var, tökülme var, dağılma var. Zaten her rejim, diktatörlük rejimler dağılmazsa, parçalanmazsa, yukarıdan parçalanmazsa aşağıdan ona gücü yapmak çətindir. Aşağı onu edilmez aşağı. İttifaqən bu haqda dünənlərə içəridən bir dostumuz mənə bir uzun suallar göndərmiş. 7 sual arasında amma çox uzun. Yəni 2 səfə açıqar yazmışdı. 7 sual əsasında. Mən də onun haqqında bir 34 dəqiqəlik bir danışıq ona cavab verdim. Sonra da elə onu yaydım. Fikrim cənabınıza da göndərmişəm. Umarım ki görərsiniz. Mən də cənabınızla bu modda yəni bir düşünürük. Ərz edeyim ki, sizcə demokrasi öncəliyi olmalıdır, yoxsa milli hakimiyyət öncəliyi olmalıdır? Milli hakimiyyət ya milli demokrasiden milli dövlət, İranda hakimiyyətlə dövlətin demokrasiden ayırmak şey değil ama milli devletin temelleri neye dayanır? Burada diyeyim yani yanlış olmasın. Bazı milli devletler mesela Stalin 1930'larda şuravi iktisadını çok değiştirdi. Şuravi iktisadı dalı kalmış bir iktisadıdır. Elə Stalin'in biraz gücüyle şuravi teknolojisi değişti. O kadar değişti ki 2. Dünya Müharibəsinin, 2. Dünya Savaşı'nda eləyə bildi ki Hitler'in qabağında dursun. Franco'da İspanya'da bu işi gördü. Riza Şah da belki İran'da istedi bunu görsün. Yani bazı muka diktatörlükler bazı değişmelere sebebiyet verebilir. Ama ideal değiller. Yani kabul değiller. Pinochet de Şili'de zemin hazırladı. Şimdi Şili'de illerdir demokrasi yaşıyor. Ama bu demokrasinin temellerini demirem Pinochet töktü. Alende töktü. Pinochet onu tapdadı. Ondan sonra yine o filizlendi, ayağa kalktı. Çiçeklendi. Əgər misallardan çıxsaq sorumuza, sizcə demokrasi öncəliyi olmalıdır, yoxsa milli dövlət qurmaq? Bunlar birbirine karşı değiller. Milli devlet ile demokrasi birbirine karşı değil zaten. Çok da yaxşı ikisi de birbirinin paralel gidebilirler. Hangisine qurbanlıq eləmək olar? Lazım gəlsə. Hiçbiri birbirine kurbanlık eləməməli yok. Zaten biz bu düşünceyle mutlaka bu çemberi diktatörlükten kurtaranlar özümüz. Demokrasiyle milli devletimiz paralel gider. Demokrasi tətil ola bilər mi? Hayır. Demokrasi tətil oldu mu o memleket batar. Hem iktisadi cihetten batar. Hele bu günler bu şeraitte hem iktisadi cihetten batar hem de her cihetten. Bak bizim İran'da 70% millet fəqrin altındadır. Niye? Çünkü bir istilah kodkefai, bir istilah adı istiqlal, bir istilah falan ama diktatörlük gündən günə o memlekette ne oldu? Daha da derinleşti. Hem iktisadi cihetten dalı kaldı. Hem demokratik cihetten dalı kaldı. Niye? Tabii, hangi şərtlərdə və durumlarda demokrasi tətil ola bilər? Hiçbir şekilde demokrasi tətil olmamalıdır. Demokrasi milletin iradesidir. Milletin iradesi tətil edilmə olar. Tamam. Gözəl tərif. Demokrasi millətin iradəsidir. Gözəl tərif.
Bunu soruşacağım, yadınızda olsun, gene soruşacağım demokrasi bəhsində. Sizə görə, yəni sizin təşkilata görə demokrasi sistemdirmi, yoxsa dövlətdirmi, yoxsa düşüncədirmi, yoxsa yaşam tərzidirmi, yoxsa idarə yöntəmidirmi? Cenab-ı bunların hamısı dəstində. Bunların hamısının demokrasi bunların hamısının əsasıdır. Bunların hamısının payəsidir. Bunların hamısının fondasyonudur. Təməlidir demokrasi. Demokrasi bunların hamısının təməlidir. Əgər demokrasi olsa, bunlar da o təmələ qəbul eləsə, o təməl çərçivəsində hərəkət eləsələr, təbiidir ki, o millət dəyişər. O millət rifaha doğru gedər. Həm iqtisadi cəhətdən, həm ictimai, həm siyasi cəhətdən rüşd edər. Doğrusu Bu bölümü də qurtardıq. Gedirik üyəlik bölümünə. Burada da qısa suallar soruşacağım. Bəlkə bir kəlmə, iki kəlmə cavabı olacaqdır. Çox az olar ki, məsələn 10 kəlməlik olsun. Sizin təşkilat kimləri hangi şərtlər əsasında üzv götürür? Bizim təşkilatın qapısı bütün insanlara açıqdır. Əsasnamımız çərçivəsində. Əsasnaməni qəbul edən bütün insanlar bu çərçivəyə girə bilərlər. Amma bizim bir maddə var idi. O maddəni yumuşatmaya çalışmışıq. Amma o maddə hələ də durur. Bizim ay peşəvərinin elə o əsasnamədə olduğu bir şey var. Bizim partiyamıza, bizim təşkilatımıza fasid xainlər, fasidlər, oğrular, insan haqlarını tapdalayanlar üzv olamazlar. Ne güzel. Elə bir maddə vardı o vaxt. Niyə bu maddə Nəcəm onu yumuşaldırsınız ki, oğrular, fasidlər gəlsinlər partiyə? Oğrular demək bizim məqsəd bu deyil. Yəni məqsəd budur ki, Maksim Gorki'nin bir çox gözəl bir sözü var. O çox həssas bir sözdür. Onu koyup ben burada siz imkan verirsiniz diyeyim. Çünkü çok hassas bir şeydi. O oğruları 3 şeye bölüptü. Bir oğru düşük gelir karnı için, arvad uşağını doyurmak için oğurluq edir. Oğrudur da ev sahibini görəndə veya mal sahibini görəndə qorxar, qaçar. Yani qaçar ki, İkinci olmasın, tutulmasın. İkinci dəstə siyasi oğrulardır. O siyasi oğruları biz intikab eləməliyik. O siyasi oğrular, birinci dəstəni biz intikab eləməliyik. O oğrular, birinci dəstədə olan oğrular biz intikab elərik. Becələr bizdən oğrular. Amma siyasi oğruları biz intikab elərik, maliyyat veririk, pul veririk, başımızda da tutarıq, hər bəlanı da başımıza gətirirlər. Amma üçüncü oğrular, elə bir oğrudular aiz hidayət. Onlar din oğrularıdır. Dini işlədərlər, biz gedərik onların müqabilində dururuq, diz çökərik, onlara həmin panatın malı sağlarıq. Heç məsuliyyətlər də yoxdur. Din oğruları. Ən xətərnak da din oğrularıdır. Həm ehsasımızla oynarlar, həm məğzimizlə oynarlar. Mənim sorum bu oldu. Cənab Yahya, niyə istəyirsiz o maddəni ki, oğrular gəlməsinlər sizin təşkilata, onu yumuşaldasınız? Yox, onu yumuşatmadan məqsəd budur ki, onu biraz değiştirmek artık zamanı gelmişti. Hani indi mesela bizim oğruların çoxu mal oğrusu değil. Bir çox oğru vardı ki, internetle oğurluq edir. Əbzar dəyişib. Yani bu əbzarla onu biz genişlədə bilirik. Əgər maddə dəyişməsə, onu genişlədə bilirik. Güncəllətmək, tamam. Üzvlərin yüksəlməsi üçün necə və hangi şərtlər bağlıdır? Dəyişdirməmiz hangi şərtlərə bağlıdır? Yox. Sizin təşkilatın içində insanlar istəyirlər yüksələlər partidə. Məsələn, mən gəlirəm sizin partiyaya istəyirəm üzv olam. Məsələn, mən yüksəlib gəlib mərkəzi şurada liderliğə getməyə nə cür bir prosesə var? İmkan varmı, yoxmu? Bilirsiniz ki, indi dünyada Cenab-ı Hidayət, cavanlar siyasətə pek xoş görmürlər. Siyasete çok yaxşı baxmırlar. Zaten cavanlar istəmirlər. Amma içlərində ola bilər ki, siyasete əlaqəli var, siyasetle ilgilənirlər.
İnsanlarla ilgilenirler. İnsanların meseleleri onların meselesi olur. O adamlar olabilir ki bunlar yakınlaşırlar bir siyasi partiye, bir siyasi teşekküle, bizim teşekkülümüze. Bütün kapılar açıktır. Bütün kapılar açıktır. Orada alamet koyulmuyor ki bu çıkar, bu çıkmaz. Çok tabiidir sadakat. Bunun sadakatinin yakında çalışmak, faaliyet. Bunun yanında diğer insanlarla dostluq, digər əzalarla dostluq. Bilirsiniz, siyasət cəmi bir işdir. Ayda fərqli bir iş deyil. Bu cəmi işin də özünün qanunları var, kuralları var, özünün bir prinsipləri var. Bu prinsiplərə sahib olan hər kəs üzv olar, elə tez də qapılar açıqdır, yüksələ bilər. Üzvlərin təlimləri varmı? Dünən buyurdunuz yoxdur, amma Bəli. Yox, var bu yox. təlimlər budur ki, elə təbiidir ki, birinci təlim budur ki, bəzi yazıları oxur, bəzi yazılara etiraz haqqı vardır, bəzi yazıları qəbul eləməz. Amma biləxərə bizim niyyətimiz budur. Həmişə də bu siyasətdə budur ki, azınlıqların haqqı var. Amma azınlıq da çoğunluğa bağlıdır. Çoğunluğun qərarları azınlığı istər-istəməz o təşkilatı bağlar. Yəni deyək ki, məsələn, komitə mərkəzində 15 nəfər var. 5-i bir zadla müxalifdir, onun muvafıqdır. Xop, təbiidir ki, bu 5 nəfər 10 nəfərə uyacaq. Amma demək deyil ki, bu 5 nəfərin haqqı yoxdur. Bu 5 nəfərin haqqı vardır ki, yüzdən haqlı görürlər, isteklərini, dediklərini üstündə işləsinlər və onu bir gün eləyə bilsinlər ki, çoğunluğa çevirsünlər, əksəriyyətə çevirsünlər. Bu haqda təbii vardır. Hangi sahələrdə və qonularda üzvlərinizə təlim verirsiniz? Aşağı yuxarı siyasi alanda ola bilər. Hər şeydən qabaq üzvlər bilirsiniz ki, indi qapı açıqdır. Yəni bizim tək deyil. Yəni indi bütün imkanlar vardır ki, üzvlər özləri belə amuziş görsünlər. İnternet var, bunun yanında məqalələr var, yüzlərcə yazı yazılır, televizyonlar var, bir sürü şeylər var ki, bunlar nəşr edirlər. Bunlar hamısı bizim qəbulumuz deyil. Amma bu demək deyil ki, biz onlarla müxalifik. Onlar hamısı istədiklərini yaysınlar. Amma bizim üzvlər də təbiidir, bir prinsiplər var. O prinsiplər çərçivəsində onlara qulaq asırlar, yaxşısını alırlar, onlar kimi orada qəbul deyil, rədd edirlər. Amma bu haqlarıdır ki, görsünlər, öyrənsinlər. Əgər bəzi soruları varsa ki, bu sorular yəni hamını ilgiləndirirsə, hamını ayağını bağlasa, təbii ki, bu sorular gələr yetişər kongreye, kongrede üzərində tartışırlar, üzərində görüşürlər və nəhayət bir yerə çatar. Can Yahya, Yəni qapı açıq. Can Yahya, bir soru benim zihnimdə dünəndən hey fırlanır, yadımdan da çıxır. İndi yadıma düşüb soruşdum, bunu yadımdan çıxmasın. Siz dünən işarə buyurdunuz ki, Hizb-i Tudə ilə birləşdiniz 1338-də. Bəli, 39-da. 39-da. İndi ondan bu ayrılmışsınız, yerləşində həman vəziyyətdəsiniz. Cənab Hidayət, bu çox uzun bir məsələdir. Bu 4-cü polonumdan başlamışdı. 7-ci polonumda ki, Moskovada bu polonum tertiplendi. Orada birləşmə kararı alındı. İcazə verirsiniz bunun için çok geniş bir... Cüz'iyyatına geçmeyin. Fakat bu ki ayrılmışsınız oradan, Tudədən ya... Bəli, əmələn ayrılıb. Əmələn ayrılıb. Çünkü zaten ondan sonra 1342'de 43'te bir fərqə bir kongre təşkil verdi. Bu kongreye Ağa İskəndəri dəvət olundu hizbdə. Gəlin biz Bakıda Qulam Yahya idi. Qulam Yahya 2 dəfə dəvətnamə göndərdi. O da dedi ki, mənim məsələn may-aprel ayında, yəni Nisanda, İranda deyək məsələn Nisan ayı olur, Ordu-Behişt. Ordu-Behiştdə mənim zamanım yox, mən Ordu-Behiştin axırlarında gəldim. 2000-ci gəlmədi. 3000-cisində duvara dəvət olundu, gəlmədi yine. Dəlil də buydu ki, deydim, mən radyo ilə məşğulam Sofiyədə, milli radyo vardı o vaxt. Milli radyo ilə məşğulam, vaxtım yoxdur. Bu da fərqənin biraz
ağırına getdi. Sən dəvət olunursan bizim kongrə, niyə gəlmirsən? Sonra kongrə qətnamə sadır elədi. Hizb də onu qətnaməni rəsmiyyətlə tanımadı. Dedi bu qəbul deyil. Çünki hizb səyr edir ki, Fərqi Demokratı Azərbaycanı komitə iyaləti görsün. Və onda əmələn fərqə o qətnamə ilə demək olar ki, hizbdən elə ayrılmışdır. Gerçi sonra bunlar mərkəziyyət Leipzigə daşındı. Həmişə də hizbin içərisində dəbir əvvəl hizbdən idi, dəbir doğumun fərqədə. Belə əmələn də demək olar ki, ondan sonra zaten yolları ayrılmışdı. İnqilab İranda bu yol daha bəlirgin oldu. Daha belə açıq oldu ki, bunların ikisinin siyasəti bir-birindən örtüşmür. Tamam, Bu tamam. ben bu mevzunu Yadımdan dedim, çıxmışdı. bu mevzunu siz hiç yadınızdan çıkmazsa hiç bu mevzunu büyük bir şeydi. Yani bunu çok açıklayacağım eğer ileriki bərnamələrdə. Ya sen Tamam. necə oldu, kimlər gəldi, nələr danışıldı, nə oldu falan bəhman Tamam. başda nəfsdə olacaq. Sağ olasın, sağ olasın. Arz edeyim ki, ay düşür. Təlim sistemimiz üçün bəs zaman yoxdur ki, bir sinnidən ya bir, məsələn, biri bir zaman girir, məsələn, 3 ay, 5 ay, 1 il bundan sonra ya yok sonra da məsələn qutardı da, bu adamın təlimləri qutardı. Belə bir şey yoxdur. Hayır, bizim mədrəsə hizbimiz yoxdur. Tamam. Məmulən mədrəsə hizbi o yerlərdə olar ki, onlar dövlətin bir parçasıdırlar. Məsələn, dövləti təşkil veriblər. Onlar ya danışgədələrdən səhmiyə alarlar. Məsələn, danışgəli hüquqdan şah zamanı səhmiyə alınırdı. Ki bir tədad diplomat oraya göndərilirdi. Bir tədad siyasetmedar oraya göndərilirdi. Orada təhsil edirdi. Hətta danışgəli fizikliyə göndərilirdi. Ki danışgəli fizikliyə təhsil edirdi. Sonra geçirdi ərtəkdə dərəcəyə sərhənginə dərəcəyə sərqoyuna xidmət edirlər. O dövlətin işidir. Ki bəzi danışgələrlə irtibat kurar. Bir ki Sovyet sistemində, Şuravi sistemində partişkulan deyərdilər. Yəni mədrəsə hizbi var idi. Ki orada da bəzi hizbin nəfəratı gedib orada amuziş görərdi. Tamam. Sizin təşkilatın içində üzvlər üçün təşviq Bizdə və belə bir cəza, mücazat sistemi var mı? Bəli, bəli. Bəli, bu şeydir. Mesela denetim kurulu deyərik. Nezarət komitəsi. Bu nezarət komitəsi həm əməlkar təşkilata diqqət edər, həm əməlkar əfrada. Hər hansı bir disiplin kurulu var. Disiplin kuruluna verilə bilər ki, bəzi adamlar hətta üzviyyətləri mulğa olar. Veya üzviyyətləri bəzi bir müddət üçün mesela askıya alınır. Ona görə o artıq o şəxsin təşkilat içərisində gördüyü əməllərdən asılıdır. Ki bir qismi əgər müğayir olsa əsasnaməyə hərəkətləri, davranışları, rəftarları, bir də ki bəzi ictimai suçları ola bilər. İctimai suçlar bundan ibarətdir ki, elə bir şürə ki, müğayir o şəni, o təşkilat olar, o bəllidir ki, olar, o disiplin kurulunda verirlər və disiplin kurulu onu cezalandırar. Təşviq. Ya indi Təşviq bu cəzalar bürünür. Təşviq. Şüphesiz bir təşəkkürün içərisində işləyənlər var, işləməyənlər var, çox danışanlar var, çox işləyənlər var. Onlar ki, çox danışar, çox məmulan az işlərlər. Amma bəzi adamlar vardır ki, az danışar, çox işlər. Xoş bəllidir ki, bunlar təşviq görünməli. Görünməli, bunların təşviqlərində... Normalda onlar çox danışırlar, onlar təşviq olar, yox? Bunlar mütəəssifanə. Burada da bəzən haqq qoşduq, olur. Mütəəssifanə. Tamam. Sizin təşkilatın içində seçim var mı? Bəli. Dedim, sən dünən də xütbət sərsilədim ki, bizim təşkilatla dövlətlər tərəfindən qurulan partiyalar, hizblər fərqlidir. Məmulən hizb əstahız şah tərəfindən quruldu. Ne bileyim, hizb İranlığı da şah tərəfindən qurulmuşdu. Hizb Cumhur İslami de Cumhur İslami tərəfindən quruldu. Bunlar yok oldular. Ama bizim
təşkilatımız aşağıdan yuxarıya filtrləndiyi üçün əsası aşağıda yaşayan insanlardır. Ona görə bu təşkilat həmişə yaşar və yaşamasıdır. Yani burada yine bir sual zihnime gelir. Bu sualınızdan bir sual yarattı. Suallarımın içinde yoktu bu. O da budur ki, acaba 57'de sizin parti İrancı olduğu için Azerbaycancılık ve Türkçülük üstüne çalışmadı, yoksa aslında siyasi değildi o məqtədə? Ya pasiv idi? Cənab Hidayət, orada mənim bir kitabım var o mövzuda üstündə işləmişəm, neçə məqalədə yazmışam. 1357'də bilirsiniz ki, zaten bütün siyasi partiyalar gafilgir oldular. Məsələn, 57'nin əvailində hatta bir şey inqilaba qalırdı ki, Hizb-i Tudi İran ki, bizim də fərqə də onun içərisinə girmişdi, birlikdə fəaliyyət edirdilər. Bir əvvəlini dəyişdirdi. Ağay İskəndərinin yerine Ağay Kiyanur geldi. Ağay Kiyanur'un belli bir siyaseti vardı. Ki bu siyaset hatta ne bileyim o hizbinden illerce işlenmiş Ağay Hamid Səfəri vardı bizim fırqa tərəfindən hizbdə. O muvafık değildi o siyasetinin. Qulam Yahya danışan da muvafık değildi. Lahrudi de muvafık değildi. Yani fırqanın böyük başları o siyasetten çok da muvafık değildiler. Ona göre de bir tedat geldiler Şumal'dan, Bakı'da olanlardan bir tedat geldi. Onların bir tedadı İran'da kaldı, bir tedadı geri döndü. Dediler ki bu rejimle işlemek olmaz. Hatta Hamid Səfər dedi, siz mallılardan ne umursuz? Ki zaten muhalefet elədi Kiyanur'un siyasetiyle. İrac İskəndəri, Hamid Səfərizad qeyri beslə müəddəbanə İrandan çıxdılar. Bəhanə ilə çıxdılar, hərəsi bir bəhanə ilə. Fərqi Demokrat Azərbaycanın nəşriyyəsi Ay Ənuşirvan İbrahimi məsul Fərqi Demokrat Azərbaycanıdır Təbrizdə. Hətta Fərqənin o ruznaməsinin çıxarılmasında da Komite Mərkəzi Hizb dəxalət edirdi. Yani hatta bunun muhalefet edildi ki bir tane ittilaiye ana dili zadında yazılmaz. Hatta onların zadı bu idi ki bizim Name-i Mərdum'da münteşir olan makaleler Azerbaycan ruznamesinde çevrilsin Azerbaycan Türkçesine ve münteşir olsun. Yani belə bir hava vardı, belə bir cəb vardı ki, mütəəssifانه bu cəbdən mən heç xoşnut deyirəm, heç. Hətta bizə çox Ben sualımın cevabını alamıyorum Cənab Yahya. O da budur ki, 57'de bizim Fırqi Demokrat Azərbaycancılıq əsasında əslən hərəkət elədi ya eləmədi? Kullən pasiv olmuşdu, eləmədi. Eləyənmədi çünki dediyim kimi. İşte Məsələn, zihniyetleri yok idi. Çünkü pan-İranileşmiştiler, yoksa nedir? Niye zihniyetleri var da bilin əcəli oldu, çox biləbilirsiniz ki, İran inqilabının bir xasiyyəti bu idi ki, yetcamə amadə də deyildi əslində inqilaba. İnqilaba camə çox da hazır deyildi. Ona görə təhmil oldu. Yani kaş ki bu inqilab 2 il çəksəydi, 3 il çəksəydi. 3 il çəksəydi çox şeylər dəyişərdi. Amma cabəcə olardı nirvunlar. Olmadı. Xumeyni birdən gəldi, oturdu işin başında. Və mütəəssifانه fərqə də qafilgir oldu. Fərqənin qafilgirliyi bu idi ki, fərqənin məsuliyyəti verildi Ənuşirvan İbrahimiyə. Dərhal ki, sədr fərqə Azərbaycanda idi. Sədr fərqə kimidi? Ay Qulam Yahya danışıyandı. Qulam Yahya danışıyan oradaydı. Gəlməmişdi İrana. Gəlməmişdi Təbrizə. Cənab Yahya, onlar o məqtədə Fırqənin Azərbaycanda olan adamları ki, Fırqənin nümayəndəlik edirdilər əslində. Bunlar əslində Azərbaycancılıq elə bir hissi və Türkçülük hissləri yox imiş. Yox, vardı. Elə də olmasın. Məsələn, Zəncanda qazet çıxırdı Türkçe. Azərbaycan qazeti həm Türkçe həm Farsça yazırdılar. Elə qədimki siyasətin qabağı aparırdı. Amma
bazı yerlərdə niyə Yok, hərəkətlər var idi? siyasi olarak yani bir irade, siyasi irade Yok, yok, olarak yok. ki biz Azerbaycanlıyıq, biz Türk'ük, biz burada bir haklarımız vardı falan. Yani Pişəbəri orada bir hərəkət koymuştu. O hərəkət yoktu 57'de, ölüdü. Demək olar ki, zaten o hərəkət 1339'da, yəni 1960'da ki, platform ve Vəhdət Təşkilatı 7. platform, ondan sonra zaten Öldü. Polonun müvəhdət. Ondan sonra əmələn yox oldu və kaş olmasaydı. Kaş Tamam. şərait dəyişsəydi. Çünki Tamam. Anladım. mən müqayisə edirəm də bunu. Müqayisə edirəm mən Hizb-i Demokratik Kurdistan İran. Hizb-i Demokratik Kurdistan İran xub Kürdistanda qudrəti var da, əlində qudrəti var. Əlan da Kürdistanda bir hadisə olanda Hizb-i Demokratik Kurdistan millətdən deyir ki, məsələn, şəhərinizi bağlayın. Görürsən ki, 2 şəhər, 5 şəhər Kürdistanda bağlayır. Yəni, tükanlar tətil olur şəhər. Yəni, demək ki, burada nüfuzu var. Fərqi Demokratik Azərbaycanın nüfuzu o Hizb-i Demokratik Kurdistan'dan az değildi. Ama ne yazık ki orada yanlış bir siyaset. Yanlış bir siyaset. Yanlış bir siyaset. Çok yanlış bir siyaset. Nəticəsi yaxşı olmadı. Doğru. Sizin təşkilatda uzmanlığa, həman təxəssüsə necə baxırlar? Çok əhəmiyyəti var. Zaten hem fırqanın quruluş tarixində, hem bu günə qədər uzmanlıq məsələsi çox həssasdır. Çox həssasdır çünki zaten mesela indi sədr fırqa bir profesordur. Deyir ki, yaşlı bir profesordur. Ama 92 yaşında hələ də işləyir. Bu elə uzmanlıqdır. Yəni, diğer əzalar da, diğer şeyler de hamısı ya elmi unvanları var, ya sənəti unvanları var, ya da ki, siyasi fəallardırlar. O dışı uzmanlıq çox mühimdir, əhəmiyyətli bir şeydir. Hər şeylə uzmanlıq. Sizin təşkilatın içində liyaqətə necə baxırlar? Liyaqət, dedim də, liyaqət də göz o şeylərdir ki, mənası çox değişkendir. Yəni, mənası çox tartışılır. Nə liyaqətdir, nə liyaqət deyil. Yəni, hangi liyaqət nə deməkdir? Bu özü də çox bəhsidir. Mənim də bəhsimin əsli şeyi bulardır. Burada bəllidir ki, liyaqət həssas bir kəlmədir. Bu həssas kəlməyə də təbiidir, prinsiplər var. Liyaqət də özünün bəlkə o prinsiplərin içərisində göstərir və liyaqət olduqdan sonra zaten onu qərar verir. Həm sistem qərar verir, həm təşkilat qərar verir, həm də insanların gözü var. Cenab-ı Hidayət görürlər, çox şeylər insanlar görürlər. Bəzi insanlar dedim hani o şəraitdə böyüdükləri üçün, yəni məxfi şəraitdə böyüdükləri üçün, bilmem sansur şəraitində böyüdükləri üçün bəzi dilə gətirmirlər. Amma bəzi adamlar dilə gətirir, liyaqət görür ki, kimin liyaqəti var, kimin yoxdur, kim bu işi qabağa apara bilər, kim aparanmaz. O elə zaten öz görsədir və liyaqət bizim təşkilatda ilerlemek için, yukarı çıkmak için özü bir büyük bir ünsüdür, büyük bir müəllifədir. Tamam. Siz Ərəbcə yaxşı Ləyaqəti necə ölçürsünüz? Ləyaqəti necə ölçürsünüz? Məsələn, bunun ləyaqəti var, bunun ləyaqəti yoxdur. Bu getsin üstə getməsin üstə. Onu Cenab-ı Hidayət, onu şəxs ölçməz, onu bizlər ölçməli, onu camiə ölçər. Camiə Yox, partinin ölçər, içində. Yox, partinin içində danışmır. Partinin içində də bu dəxələ nəhayət parti millətdən asılıdır. Millət özü qərar verir. Kim liyaqətlidir, kim liyaqəti yoxdur. Onu nəhayət millət qərar verəcək. Onu partinin içində qərar vermək partizanlı olur. Onun bir zadı yoxdur, siyasi bir şeyi olmaz. Axı partinin içində millətə nə rəbti var? Sizin partinin içində məsələn Yahyayı cənabları rəis olsun, ya filan xanım rəis olsun, ya o birisi rəis olsun. Bu millətə nə rəbti var? Bu partinin içində çox dediyim kimi millətlə iç-içə giribdir təşkilat. Millət qərar verir. Kim kimdir? Bunu millət qərar verir. O zaten yansıyır komite mərkəziyə, yansıyır kongrelərə. O yansıdığı için orada milletin isteği üzerine değişir. Yani onu... Cavab Yahyayı, bir qonağım var idi burada, adını gətirməyim. Ona dedim ki, məni niyə siz qonaq çağırmamışsınız falan. Mən dedim, tanımıram sizi, ben bilmirdim siz təşkilatsınız. Çox dəydi ona.
Kesin necə Ha? sən bilmirsən. Bilmirəm də zor deyil ki. İndi Bəli, bizim millətin bir çoxu bilmir sizin təşkilatınız var və diridir və çalışır. bəli. Nə cür olar təsir qoyurlar ləyaqətə sizin təşkilatın içində? Ben sizin kimi görmürəm məsələni. Mən Fərqi Demokratı Azərbaycanın hətta o birləşmə zadındakı pulunumu 7-ci pulunum var idi. O 7-ci pulunumda komite mərkəzi ısrar edirdi. Çox tanınmış adamları. İsrar edirdi ki, Fərqi Demokratı Azərbaycanın adı silinsin. Adı silinsin. Yəni olsun mesela komite eyaleti hizmet oluyor. Bəli, bəli. Ama ona mukavmet olundu. Bütün mukavmet edenlerin tek şuarı buydu ki bu teşkilatın paygahı var Azerbaycan'da. Azerbaycan'da bu tanınmıştı. Bir il milli hükümet kurmuş. Ona göre siz obüslerle bunu karıştırmıyor. Çok adamlar şuar verebilirler. Ama vakiyyət budur ki bu hizbin paygahı var. Ve Tamam. bu İndi bir də teşkilat sualı təkrar edeyim onda. Partinin içində ləyaqəti necə ölçülür? Deyirəm liyaqəti millət ölçər Tamam. və bəllidir ki, o prensiplərə bağlı insanlar təşkilatın əsasnaməsinə, məramnaməsinə bağlı olan insanlar və qərarları zamanında yerinə gətirən Tamam. insanlar həm əzəzələ əxlaqi, həm əzəzələ liyaqət o yuxarıdadırlar. Tamam. Təşəkkür edirəm. Geçin Kəlmə round də- bölümünə. Hə, yox, bir deyirsən saatımıza baxaq. Deyirsən bu şimdi də biraz dəqiq oldu saatımı. Saatı mən baxım görüm nə qədər oldu canlı yayın. Bir dəqiqə. Acaba mən tamam. 3 yarımdır. Yəni 2 saatdan biraz azdır. Deyirsiniz də bunu bu akşam qutaraq sabah Tamam. devam verək. Tamam. Tamam. Sabahları Başladı qurban Ha, saat var olun. Sabahları o bir bana icazənizlə ben 4 yarım sizin bizim 4 vaxtınız saat yarım 4 oldu. Sizin vaxtınız saat 4 oldu. Evet. Bizim vaxtınız saat 11 oldu. Təbriz vaxtı ilə də axşam saat 6. Ərz edeyim yok ki, onlar bu 5 yarım. 5 Bir yarım. saat yarım. Tamam. Bir Siz bir o saat zaman yarım ki var. hazır olacaqsınız, Birdən- mənə bir zəng elərsiniz. Birden Ben- Təbriz vaxtının 6 eləyək. 6 eləyək, tamam, mənə Ha. yaxşıdır. 6 bizim onlar 4 yarım. Tamam, tamam. Baş. Təşəkkür edirəm. Var olun. Bu Çok günləri də teşekkür ederim. cənabınız getməmişdən bunu yazdım burada. Siz bu günlərdə milli ərdəmlik qazandınız. Sağ olun. Sağ olun, var olun. Siz de Çünki sağ olun. biz burada dostlardan təşrif gətirirlər, qonaqlarımızdan xahiş edirik ki, öz düşüncələrini açıqlasınlar, o birislərin nəqd eləməsinlər, danışmasınlar, özlərinin açığı və siz də bunu gözəl aparırsınız qabağa. Sağ olun, var olun. Sabahları Siz də sizi sağ olun. görərəm. Gecəniz xeyrə qalsın. Siz- Mən icazənizlə bir siz də- xülasə deyəcəyəm dostlara və sonra ayrılacağam. Əziz və Oldu. hörmətli dostlar, bizim salamlarımızı, saygılarımızı, hörmətlərimizi hər zaman baxırsınız, qəbul eləyin, var olun, sağ olun. Güney, özür istəyirəm, Düşüncə Bağı proqramı burada qutulur. Aydın, üstə bir zərbidər var, onu vursaz bağlanacaqdır, üstə. Bəli, bəli. Bəli. Bəli, Onu bağlı. vursaz bağlanacaq. Bəli. Ərz eləyim ki, dostlar, Güney Azərbaycan və İranda olan Türk millətinin siyasi partilərini dəvət eləmişik. 3 aya yaxındır. 3 ay, əlbəttə 3 ay təkmil olub demək olar. Gəliblər, hərəsi bir həftə burada danışıblar. Buradan partilərimiz ki, gəliblər, onların adını deyim, onlar gəlmiblər, onları deməyək. Salih bəy Yıldırım Güney Azərbaycan İstiqlal Partiyasından gəlibdir. Kollən suallar, o 500 sualımıza cavab veribdir. Təkcə partidir ki, həm cavab veribdir, həm də hər gün bizim proqramımız olursa qulaq asır və hər gün nəzər verir. Yəni, bu bəllidir ki, bu parti ciddi bir partidir. İstir ki, görsün o birisilər siyasət, Azərbaycanın partilərinin siyasətində nə geçir. Bu çox önəmlidir. Bəzi partilərimiz mütəəssifanə öz sorularına belə o sorular vardı, onlara cavab verməyiblər.
Yunus bəy Şamili Azərbaycan Demokrat Partisindən təşrif gətiriblər. 5-6 gün cavab veriblər, amma cavabları qalır hala. Salih bəy Kamranı Azərbaycan Mərkəz Partisindən 5 gün təşrif gətiriblər, cavab veriblər. Qalanları suallar qalır. Eldar bəy Qaradağlı cənabları Güney Azərbaycan Milli Qurtuluş Partisi tərəfindən başqanı olaraq təşrif gətiriblər. 6 gün cavab veriblər, qalanını da başlayıblar cavab verməyə. Fikirəm ki, 2-3 günlər qurtararlar. Məcid bəy o təki gəlməyibdir. Sadıq bəy İsabəyli cənabları Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi mənsubu olaraq 5 gün təşrif gətiriblər və söz veriblər ki, vaxt tapdıqca cavab versinlər. Haşim bəy Bilgin cənabları Güney Azərbaycan Liberal Demokrat Partisi partiyası tərəfinin lideri olaraq gəliblər 2 gün. Ərz edeyim, Mahmud bəy Bilgin gəlmədilər və Dökür Məhəmməd Hüseyin Yahyayı Azərbaycan Demokrat Firqəsi müşaviri özləri bugünləri dedilər ki, müşavir olaraq deyin 2 gündür gəliblər və hər ikisində milli ərdəmli unvanını qazanıblar. Təşəkkür edirəm. Əziz dostlar, bildiyiniz kimi mən suallarınızı görürəm, burada yazırsınız, oxuram. Bunu inanın ki, suallarınızı oxuram. Çox gözəl suallar olur. Amma bizim suallarımız gündəmə görə deyil. Yəni, o suallar bugün ölər. Ruznameniqarı sual deyil ki, ruznamələr bilirsiniz, xəbər yazarlar. Bugün 5 dəqiqədən sonra taza bir xəbər gəlsə, o xəbər öldürür. Gələk tazasını yazarlar. Bizim danışıqlarımız tarixdə qalacaqdır. Və hər zaman hər kəs eləyə biləcəkdir, baxsın buna. Danışçılar, fوق lisans, döşküra danışçıları eləyə bilərlər, müraciə eləsinlər. Həm şəfahi olaraq, həm kətbi olaraq, yəni şəfahi olaraq sözlərimizi eşidirlər, video baxacaqlar ya sözləri eşidəcəklər. Kətbi olaraq da umarım inşallah ki, kitab şəklində bunlar hər hizbə bir kitab, bəlkə də bir neçə dildə bunlar çıxsınlar və Azərbaycanın siyasi düşüncə səthi akademik səthə qalxsın. Bu əlbəttə faydası çox olacaqdır. Təkcə akademilərdə yox. Bəlkə Azərbaycanın öz siyasi təşkilatları özlərində bir təzyiqi nəzər eləyəcəklər ki, bizim dünya səviyyəsində siyasətimiz nədir olur, nədir görünür. Biz əcəba uşaqlıq dövrəsində yox, buluq dövrəsində yox, böyüklük dövrəsində yox, onu görəcəklər düşüncə olaraq, əlbəttə deyirəm bunları. Və özlərində çox, mən inanıram ki, Güney Azərbaycanda ideoloji çıxacaq. Yəni, bunun sonucu Güney Azərbaycana indi 5 ilin içində, 6 ilin içində, 10 ilin içində Güney Azərbaycanda ciddi ideolojilər ortaya çıxacaqdır. Əvvələn taza nəslimiz çox güclü gəlir. İkinci, tormuz nəsli yavaş-yavaş ölür. Mənim yaşımdan üstə, yəni mən də onların içindəyəm, bəlkə hətta məndən bir 10 il cavanlar da bunlar ölüb qurtulmasa bu nəsl, o birisi nəslə yol açılmayacaq ciddi şəkildə. Və onlar eləyə bilməyəcəklər ki, ciddi şəkildə ideolojini götürüb qabağa aparsınlar. Biz qalanlarımıza, böyüklərimizə uzun ömür arzulayıram. Allah hamısına uzun ömür versin, biz onların təcrübələrindən faydalanaq. Amma vaqiqiyyət budur ki, zehnillərimiz təəssüfənə İslamiyaq paniranistdir və indi də gördünüz, Cami Yahyayı ilə də danışdıq, gördünüz ki, məsələn, Tudiyə bağlanandan sonra əmələn bu hizb onda həll olubdur, tudələşibdir və onun fikirləri ilə daşınıbdır. Hətta görürsünüz ki, məsələn, 57-də fürsət olur, amma bir dənə türkçülük orada Azərbaycan dili ya türkçə dilindən danışa bilmirlər. Və mütəəssifانə danışsaq da, məsələn, Xumeynini, o birisin, bu birisin, özümüzün azadlıq, hazırlığımız yoxsa, özgəni niyə mənafiyin qoruyubdur, niyə mənafiyin qaparıb, iddihamlaya bilmərik. Biz farsları ya Xumeynini müttəhəm eləyə bilmərik. Biz özümüzü müttəhəm eləyə bilirik. Onlar düz görüblər. Siyasi bir insan mənafiyin götürər. Və mənafiyin də çalışır, həddəksər, ən çox mənfəəti götürsün. Əgər biz ən çox mənfəəti götürməmişik və hazırlığımız olmayıbdır, hər bir hadisə gəlir. İndi məsələn, mümkündür, dünənləri seçkidir, İsrail gün o Zənziyan Azadi oyudur, o birisi gündə Yaşıl Hərəkatı, onun da arasında bir benzin var idi, onun arasında ərəblər qalxdı, onun arasında bəluçlar qalxdı. Biz bu fürsətlərdən faydalanmırsaq, bu bizim günahımızdır. Burada deyənlər ki, onlar pəhləviçi belə elədi, mücahid belə elədi, o birisi böyle. Onları günahlandırmaqla özümüzün günahdan qaçırda bilmərik. Onlar ən doğru işi onlar görürlər. Yəni farslar, ərəb doğru işi görürlər, hazırlaşırlar
ki sabahları bizi cinə minəlim. Mənafeyi alalım. Mənafeyi var burada. Milyarlarlar dolar mənafeyi var. Niyə bu mənafeyi əldən versin? Ağlı yoxdur mu? Niyə gəlsin məndən paylaşsın? Amma biz hazır olmalıyıq ki, tamam, bu şəraitə mən hazır eləməyəliyəm özümü. Sabahları Xameneyi öldü. Əcəba mən hazıram ki, orada bir iş görəm, bir fayda qazanam. Yoxsa deyəcəm, Tazaşdan yenə oturaq, farslar gəldilər, bizim hazırlığımız yox idi. Niyə hazırlığımız yoxdur? Niyə bu hazırlığı düşünmürük? Əgər farslar hazırlıq aparırlar, biz niyə hazırlıq aparmırıq? Bu ağıl oralarda var, bizdə yoxdur. Məncə biz bundan farsları ya İranı, ya Xomeyni, ya Şahı şey eləyə bilmərəm. Müqəssir tanıya bilmərəm. Müqəssir biz o. Yatan müqəssirdir. Mənafeyin əldən verən müqəssirdir. Mənafeyi ələ gətirən müqəssir deyil. Mən belə düşünürəm. Onun üçün də mən ədaləti tərif eləyəndə, ya bəzi şeyləri tərif eləyəndə deyirəm ki, gücsüz millət ölməyə məhkumdur, ölməlidir. Biz toyuqları kəsərik, qoyunları kəsərik, onlar bir şey deyə bilməsin. Niyə? Çünki gücsüzdürlər. Biz onların biraz güclü yox. Farslar necə gücsüzdürlər, bizi kəsirlər. Həm Pişəbəri dövründə, həm Xiyabani dövründə, həm Şəqət Müdarı dövründə, həm də hər zaman göyləri istəsə bizi kəsirlər. Niyə? Zəifik, özümüzü zəif saxlamaqdan da sevinirik. Ondan difa edirik. Biz hüquqi bəşərçiyik, biz nə bilim əxlaqçıyıq, biz insan sevərik, belə bir şeylər hamısı. Budur ki, yəni mən qoyunam, gəlin mənim başımı kəsin. Güc anlamaz ki, sən hüquqi bəşərçisən, nəticəsən. Güc gələndə hər şey bacadan gedər. O tutar səni edam elər, o tutar səni salar zindana, sən də oturursan burada, hüquqi bəşər. Hüquqi bəşər, nə hüquqi bəşər? Sən get ki, lütfən hüquqi bəşərdən danışma. Güclə haqqı al, istədiği al, deyilən ki, bu mənim haqqımdır. Ondan sonra da ondan difa elə. Get ki, farsları al, onları sən sömür. Yəni, zəfimizi mütəəssifanə düşmənin ya rəqibin, mən rəqib deyirəm bunlara. Görürsünüz ki, Aydöşdür məsələn dedi ki, yox, rəqib tanımırıq biz bir əməkdaşlıq ya həmkarlıq eləmək düşünürük. Məncə o cür deyil. Dünyada o cür bir şey yoxdur. Dünyada rəqabət var. Hətta rəqabətdən sonra gizlidən kimi yıxa bilər var. Bir dənə gözəl Avropada məsəl var. Deyirlər, 3 dənə güc yığıldı bir yerə, həttəmən bunun ikisi birini yıxmağa çalışar. İkisi əl-ələ verər ki, üçüncüsünün birini yıxsın. Və bu dünyada təcrübə olmuş bir şeydir. İnsanların da arasında təəssüflə ya xoşbəxtانه belədir. Toplumların da arasında belədir, millətlərin də arasında belədir, sərmayənin də arasında belədir, ekonominin də arasında belədir, teknolojinin də arasında, hamısının arasında belədir. Böyük şirkətlər kiçik şirkətləri yiyərlər. Ya da kiçik şirkət məcburdur ki, böyük şirkətin əl altısı olur. Tutulmuş getdi. Biz hazırlanmalıyıq. Hazır olmalıyıq. Və özümüz hazır olmalıyıq. Heç dövlət, heç millətdən gözləməməliyik ki, gələrlər bizə deyir, gəlin siz bu pulu verək, siz hazırlaşın. Hər kəsə deyirsən, içəridən eşidən, deyir ki, məsələn, pul verin, iş verin, işləyək. Tamam, elə İran dövlətdə bu iş görübdür. Gəlib istihdam eləyib içəridə hamını. Hər kəs istihdam olsa istihdam eləyibdir. Hamını özünə nökər eləyibdir. Biz də bir işimiz var, işləyirik da. Məsələn, ona görə də bizim vəfadarlığımız bunadır. Yox, dostlar, bu cürüsü deyil. Biz ciddi özümüzün gələcəyimizi görməliyik, hazırlaşmalıyıq və uduzmamalıyıq. Uduzmaq bizim günahımızdır. Udanda günah yoxdur, uduzandadır günah. Niyə hazırlaşmamısan, niyə özünü kamil hazırlamamısan ki, udasan? Əziz və hörmətli dostlar, o cür ki, ərz elədim, sabahları bir 3 saat tez gələcək. Təbriz vaxtı ilə saat 6-dan xidmətli olacaq. Gecə xeyrə qalsın, sağ qalın.